Salam aleyküm, salam aleyküm. Xoş gördük. Umarım ki yaxşısınız. Dostlar, bugün 2 həftədir ki, Əl-Əhvaz torpaqlarında Ərəb milləti ayağa qalxıbdır. Haqqını istir. Biz onların yanında durmalıyıq. Əcəba bizim fərqimiz varmı? Yəni bizim ərəblərdən bir fərqimiz varmı? Bir üstünlüyümüz varmı İranda? Yox. Amma biz ərəb olmadığımız üçün farsların 100 il təbliğatına qurban olmuşuq və farsların yanında dururuq. İstər istəməz onlar ki deyirlər biz Azərbaycan özü qalxacaqdır, özü öz haqqını qazanacaqdır. Bunlar Farsın tərəfindədirlər. Çünki Azərbaycan təknə heç iş görə bilməz. Pulu yox, silahı yox, insanının daldanacaq bir yeri yoxdur ki, oradan bir emağı gəlsin, işmağı gəlsin, eləyə bilsin, etiraz eləsin. Farslar güclü, nəftin pulu əllərində, qazın pulu əllərində, maliyyatlar əllərində, hər nə satılır onların əllərində, hər kəs İrana gəlir, gedir, onların pulları əllərində. Fəqət amarlara görə bu Ermənistana turistlər ki gediblər, özlərin orada vaksin vurdurma adı ilə gediblər. Görün, bir ay olmayıbdır. 14 milyard tümən oradan pul qazanıb İran dövləti. Yəni bilirsiniz, hər adam ki gedir, gəlir, ondan 400 min tümən birinci dəfə, ikinci dəfə 5-600 min tümən, üçüncü dəfə daha çox pul alır. Polisi var, ittilatı var, nizami gücləri var və bunların hamısına pul verir. 1 milyon 100 min müəllimi var, 75 min ustadı danışgahı var, 10 milyona yaxın İranda müstəqimən dövlətə işləyən adam var. Müstəqimən dövlətə. Yəni 10 milyonun hərəsində 3 dana uşağı və ailəsi olsa, yəni ailəsi 3 nəfərlik olsa, özü ilə 4, 40 milyon adam İranda işləyir dövlətə. Siz burada Azərbaycanlılar təkcanına nə cür eləyə bilərlər, haqlarını alalar. Təkcanına qalxacaq, haqqımızı alaq. Ha zaman, nə cür qalxacaqsınız, kiminlə qalxacaqsınız, necə qalxacaqsınız? İmkansızdır. Dünyanın heç yerində Amerika kimi əbər-qüdrət, Rusiya kimi əbər-qüdrət, Çin kimi əbər-qüdrət, İngilistan kimi əbər-qüdrət, Fransa kimi əbər-qüdrət təkcanına bir yerə getməzlər, bir almazlar. Bundan belə ki, dövlətdirlər. Bundan belə ki, gücdülər. Bundan belə ki, sərmayə mərkəzləridirlər. Bundan belə ki, ordu gücləri var. Bundan belə ki, silah gücləri var. Onlar istəyirlər bir Əfqanistana geçsin, 40 dana məmləkəti özü ilə aparır ki, eləyə bilsin. Eləyə bilsin, yox ha, eləyə bilər, təşkil eləyə bilər. Amma niyə 40 dana aparır? Çünki düşməni 40 nəfər ilə bir var üzbəüz edirsən, bir də tək canıva gedəsən. Bir var ki, farsların qabağına tək biz duraq, türk olaraq, bizi əzəllər. Bir də var ki, yox, tamam, ərəbləri də çəkək yanımıza, Kürtləri də çəkək yanımıza, lorları da çəkək yanımıza, bəluçuları da çəkək yanımıza, türkəmənləri də çəkək yanımıza, qəşqayları da çəkək yanımıza, şumallıları da çəkək yanımıza, hətta farsları bölaq çəkək yanımıza. Yəni bu özü bir məharətdir ki, düşməni içəridən böləsən. Əziz dostlar, indi bir əcibə fürsətdir ki, Azərbaycan ayağa qalxsın. Ərəblər 10 gündür durmayıblar. Keçən ildə durdular, oturmadılar. Onda da mən yalvardım. Bir iddələr ilə bu şuarı verdilər. Yox, biz özümüz, biz şahçı gətirmərik. Sizə kim deyir şahçını gətirin? Sizə kim deyir şahı gətirin? Sən dur, qalx ayağa. Elə ki, Tehran hakimiyyəti yıxıldı, Fars hakimiyyəti yıxıldı. Sən hər nə iş görərsən, görərsən. Amma indi iş görmürəm ki, onlar gələrlər iş üstə. Niyə onlar gələrlər iş üstə? Sənin onları istəyirsənmi? Əgər sən onları istəmirsən, onlar iş üstə gələnməz.
Sənin toprağına heç olmasa gələnməz. Farslar özləri bilərlər. Hər kəsi gətir, mücahid gətirsinlər, komünist gətirsinlər, Tudeni gətirsinlər, Şahın oğlunu gətirsinlər. Özləri bilərlər. Bizə nə? Biz kimi gətirəcəyik? Biz nə istirik? Nəinki onlar nə istirlər? Nəinki Tehran nə istir? Biz niyə həmişə farsların... Çünki əlbəttə bunu deyim, bizim dostlarımızın bir çoxu ki, Türk adına, Azərbaycançı adına, millətçi adına işləyirlər. Bir çoxu, demirəm hamısı, amma bir çoxu dövlət məmurudurlar. Pul alırlar. Türkçü adına çalışırlar. Buna görə ki, Türk eləyə bilməsin, mənafeyin təşxis versin. Türkü çaş-başa salsınlar. Türkün yolundan azdırsınlar, Türkü qoymasınlar hərəkəti gəlsin. Bunu biz neçə ildir bilirik, neçə ildir deyirik, amma bu bizim millətimiz, əvam millətimiz və ziyalılarımız xüsusilə, əvam millətimiz o qədər yox, ziyalılarımız xüsusilə bunların dalına düşür. Onları millət fərz edir. Onun 50.000 dana follower var. Var, nə olsun? Məyər dövlət adamı yığa bilməz, onun işi tamamən budur. Niyə mən yığamıram follower? Çünki mən gecə-gündüz işləməyə məcburam. Çünki mən acı sözləri deməyə məcburam. Çünki mən siyasi bir adamam. Çünki mən dediyim sözü hökumət təhəmmül eləyənməz. Ona görə heç kəs gəlmir. Onu niyə təhəmmül edir? Çünki ona icazə verilir o həddə. O həddə. Demirəm müstəqim, qeyri-müstəqim icazə verilir. Bunların bir çoxları ki, Azərbaycanın hərəkəti ilə müxalifdirlər. Bir çox onlar ki, deyirlər, biz indi hərəkət eləsək şahı gətirəcəklər, Rıza şahı gətirəcəklər, Məmməd Rızanı gətirəcəklər. Biz hərəkət eləsək mücahidlər gələcəkdir. Elə ki, bizim əlimizi siçan yiyibdir. Bizim əlimiz silah tutmur. Biz başarmırıq. Səlahımızı bilmirik. Toprağımızı tanımırıq. Bizi daimən bir şeydən qorxudaraq Farsın kölgəsində saxlamağa çalışırlar. Daimən bir şeydən qorxudaraq. Bu günlər Kürdlü, dünənləri filandır, bu günlər Rıza Şahın oğludur, bu günlər Məmməd Rızanın oğludur, bu günləri mücahiddir, bu günləri odur budur. Daimən bizi qorxutmaqla çalışırlar ki, biz bir iş görməyək. Onlar ki, hər nəvətlə qoymurlar Azərbaycan milləti çıxsın eşiyə, qoymurlar görsəsin ki, mən nə istirəm, kiməm, nə qariyəm. Kim deyir Azərbaycanlı çıxsın da ikinci Rıza Şah məsələn elə belə, ya Məhəmməd Rıza belə, ya Rıza Şahın oğlu belə. Kim bunu deyir Azərbaycanlılar bunu desin. Kim deyir Azərbaycanlılar çıxsınlar deməsinlər ki, mən dilimi istirəm, mən vətənimin istiqlalını istirəm, mən millətimin istiqlalını istirəm. Kim deyir ki, bunu Azərbaycanlı çıxsa eşiyə gərək bunu deməyə o bilsin deyə. Deyə mən Rıza Şah istirəm. Niyə bizim ağzımıza şüarları, ayrı şüarlar qoyurlar? Niyə bu cür olmuşuq? Çünki kitab oxumuruq. Çünki aydın deyilik. Ərəblər niyə müvəffəqdilər? Niyə lorlar müvəffəqdilər? Niyə Kürdlər müvəffəqdilər? Biz yox. İlləti budur. Diqqət buyurun. Çünki onlar o qəbilə sistemin, tayfa sistemini saxlayıblar. Tayfanın bir başı var. O deyəndə ki, gedirik ölək, hamısı gedir ölür. İran dövləti onun boğazını bassa, pulla, mövqeyiyyətlə, nümayəndəlik ilə, şirkətdə onun adamlarının iş almaqla şirkətin həftə, onlar dururlar. Kürdistanın hizbiləri ailə hizbiləridir də, əslində. Çünki o başda oturan bir tayfanın rəisidir. Güclü tayfadır, o kiçik tayfalar da ondan himayət eləməyə məcburdur, yoxsa müşkilə düşər. Azərbaycanda Rıza Şahdan bu günə qədər bizim ailə, tayfa, tirə olmamızı aradan apardılar. Yəni, indi biz bilmirik ki, kimdən əmir almalıyıq. Ağa deyirlər, lider olmaz. Niyə lider olmaz? Lidersiz bəgər bir iş ola bilər. İran bu yekərəqdə hakimiyyət bir lideri var. Bəzi farslar Məmməd Rızanı oğlun lider seçiblər özlərinə. Hərənin özünün bir lideri, Amerika bu yekərəqdən bir lideri var bu yekərəqdə məmləkətin. Çin o böyüklükdə bir lideri var. Hindistanın o böyüklükdə bir... Əsən lidersiz bir millət ola bilərmi? Ağa 10 dana qoyunun özünün bir lideri var. 4 dana keçinin bir lideri var. 1 dana sürü canavarın bir lideri var. 4 dana şerin bir lideri var. Necə ki bir camiənin lideri olmaz? Kim bunu sizə deyir? Bunu o adam, o farslar deyirlər, o sazıqara, o bu, o deyir ki, onların liderləri var.
Onların hakimiyyətlərin qruplar lideri dahi qarşı liderə ehtiyacları yoxdur. Əgər onlar desələr liderin vaxtı vardı, ideolojinin yox, hələ ideoloji indi də keçərlidir, lider indi də keçərlidir, onda Azərbaycan deyər ki, mən ideolojim olsun, onda Türk deyər mənim ideolojim olsun, mənim liderim olsun, mən haqqımı alım. Onlar ki, hökuməti ələ alıblar, səndən görə hər şeyi əlindən alırlar ki, sən qalxa bilməyəsən. O cümlədən bu ki, sən ideolojin olmamalıdır, sənin liderin olmamalıdır. Ondan sonra da araza ixtilaf salmalıdırlar. Dövlətin pulu var, verəcəkdir adamlara. Bəziləri AGH nökəridir. Sosial medialarda. Yəni AGH almaq üçün. AGH alır. Onun üçün də bu günlər gedək rəy verək. Səhər gedək falan iş görək. Yox, rəy verməsək kütlər bizi yiyər. Bu qorxu silahın onu kim verir bizə? Onu bizim düşmənimiz. Düşmənimiz bizi gizli əllərlə 2-yə bölür, 3-ə bölür, 5-ə bölür. Biz ayağa çıxıb haqqımızı alamırıq. Yox, mən təhcanına çıxacağam alam. Sən təhcandan nə cür çıxacaqsan alasan? Ərəblər indi 1 il yarımdır xiyabandadılar. Keçən 10 gündə də ki, yap belə əsl xiyabanda yenə də gəliblər. Eləyə biliblər haqlarını alalar? Yox. Ondan belə ki, onlar təşkilatlıdırlar. Ərəblər üçün dedim, qəbilə şəklindədirlər, tayfa şəklindədirlər, el şəklindədirlər. Onların liderləri var, ağsaqqalları var, qəbilə başçısı var. O qəbilənin rəisi, o tayfanın, o elin rəisi deyir, gedək, ölək gedir, Azərbaycanda bu yoxdur. Azərbaycanda hər kəs özünə bir, deyərlər nədir, batmandır. Çünki sistemi Rıza Şah dövründən deyəcəm, bizdə sistemləşmək sistemin aradan aparıblar. Bizdə daha xan yoxdur, bizdə daha bəy yoxdur, bir-birimizə bəy deməyə baxmayın. Elə eləyiblər ki, biz gəlib 4 nəfərə bir təslim tutub çıxamırıq xiyabana haqqımızı deyək. Güya ki, biz çıxsaq xiyabana desək ki, Azərbaycan var olsun, düşmənləri xar olsun, mənim ana dilim haqqımdır, istiqlal haqqımdır, dövlətçilik bizim haqqımızdır, biz İrandan ayrılmalıyıq, hər nə mənə. Güya ki, bunu farslar bizim əlimizdən alacaqlar, Rıza Şahı soxacaqlar bizim boğazımıza. Bu fikri kim bizim beynimizə soxub, mən bilmirəm. Niyə belə düşünürük? Çünki bizim bir iddə adamlarımız var içimizdə. Zahirən türkdülər. Zahirən biraz da türkü mətləblər yazırlar. Zahirən biraz da bəzi şeylər yazırlar. Onlar manidirlər. Çünki onlara əmir gəlir. Onlar pul alırlar, bu işləri görürlər. Ya buradan pul qazanırlar. Onlar manidirlər. Çünki onlar icazə vermirlər. Mən də jurnalistəm. Jurnalist idim heç olmasa. Təbrizdə işlirdim. Aybaşı gedirdim, mən cavab verirdim. Mən dünya ilə danışırdım. Gedirdim, tutulurdum dəqiqə başı. Gedirdim, cavab verirdim. Mühakimə olurdum, zindana gedirdim, şikəncə olurdum, döyülürdüm, əzilirdim, vurulurdum. Mən bilirəm orada sistem nə cürdür, nə cür işlir. Siz bu sistemi mənə tanıtdırmayın. Mən bu sistemindən yekəlmişəm. Mən bu sistemin içində işləmişəm. Biri deyə bilməz, yox, mən burada sənin ya mətləblərin oradan təyid olur, deyirlər, bunları qoy. Ya icazə verirlər, bu həddə qoyasan. Ya da ki, hüquq alırsan. Necə ki, Azərbaycan milləti çıxmasın xiyabana? Azərbaycan milləti ha vaxt çıxacaq? Nə cür çıxacaq? Nə ilə çıxacaq? Nə cür alacaq haqqını? Niyə belə düşünürük? İstəyirəm bunu deyəm. Çünki biz ideolojik olmamışıq. Çünki biz vətənimizi və millətimizi və milli çıxarlarımızı, yəni mənfəətlərimizi hələ düşünməmişik, bilmirik. Niyə bilmirik? Çünki bizim beynimiz panfarsizm və paniranizmlə dolubdur. Çünki bizim hər sillolumuzun içindəki məlumat, bilirsiniz, bizim beynimiz ətdir. Bir növ yağdır, yağ. Bu yağın sillollarında biz gördüklərimizi, eşitdiklərimizi, oxuduqlarımızı, hiss elədiklərimizi hamısını burada nə edirik? Zəbt edirik o sillolların içində.
Bizim o sellullarımızın içində zəbt olanlar, yəni save olublar, kompüterdə, telefonda save edilir ha. Bizim də burada save olur. Bu save olanların hamısı panfarsizmidir və bizi bunlar yönetir. Yəni beynimizin içində olan nədir, o yönetir. Bir adam ki deyir, çıx maşından xiyabana, biz özümüz vaxtında çıxacaq, o vaxtı kim təyin eləyəcək, ha vaxt təyin eləyəcək, nə cür təyin eləyəcək, nə cür milləti çıxacaq şey, bunu mənə deyin. O panfarsizmin qurbanisidir. Onun zehni, vaqiyyəti, yəni hər kəs deyir, gəlin gedək rəy verək. Hətta adı milli fəal olsa, hətta zindanda olsa belə, bu adamın zehninin heç olmasa yarısından çoxu şeydir. Panfarsiz, paniranistdir. Çünki istər-istəməz onu düşünür ki, indi məsələn bizi qorxudublar, kütdən, ondan, bundan, biz el olmaz, astara əldən gedər. Astara əldən gedər, bura əldən gedər. Yaxşı, ondan sonra neyin yax? Biz əllərimizi qovzuyaq, farslara təslim olaq. Getmişik danışqahlarda, mədrəsələrdə, danışqahlarda dərs oxumuşuq, hamımız olmuşuq paniranist. Radio, televizyonlar, ruznamələr, məcəllələr, kitablar, nağıllar, hekayələrin hamısı bizi paniranist yekəlibdir. Panfarsist yekəlibdir. Azərbaycan qurtuluş yolu, əziz dostlar, təhcanına deyil. Hər kəs bunu sizə deyir, yalan deyir. Dünyada heç bir savaş, heç bir savaş öz başına müvəffəq olmaz. Tək başına müvəffəq olmaz. Heç bir savaş. Əsədi istirlər, yıxalar 7 illi, 8 illi. İran, bu durub yanında yıxanmırlar. İranı istirlər, yıxalar neçə ildi. Bu durub yanında yıxa bilmirlər. Azərbaycanın yanında kim durubdu? Azərbaycan düşmənin bölə bilmir, bölmür, qoymurlar bölək. Çalışırıq onu bölməğa, qoymurlar. Azərbaycanın sərvəti öz əlində deyil. Torpağı qarət olur. Beyni öz əlində deyil. Ən böyük istimar-ı müstəmirə beynimizdir. Bizim beynimiz faktab dolubdur. Bizim beynimiz talan olubdu. Bizim beynimiz sökülübdü. Tazaşdan doldur, düzəlibdi. O cür ki, onların yolunda olsun. Bu cürdür ki, biz xiyabana çıxmırıq. Bu cür ki, bizə etiraz eləmirik. Hər halda mən bu etirazların birində tutuldum. 19-20 polis məni döyürdü, növbətlə döyürdülər. Yəni bir yerdə biri yox ha, bir yerdə 10 dana, 12 danası döyürdü, çəkildi dalıya, o birisi 8 dana, 10 dana gəlirdi, döyürdü. Və sonra şikəncəyə düşdüm. Sonra ittilaatda qaldım, sonra zindanda qaldım. Sonra yəni bunları biz yetişmişik. Yəni burada oturub sizə mən şirqəzəl demirəm ki, edin ora yox. Mən orada idim. Bir dəfə də yox, mən onlar dəfə tutulmuşam İranda. Bəziləri bilinir, bəziləri bilinmir. Bəzilərinin iş yerlərini bilirdi, ruznamələr bilir, mən filan saat tutuldum. Xəbəri olmurdu. Onun üçün dostlar, deyir ki, nə mənə eşikdə durub, deyir ki, meydanda gircinən onun yıx cinə. Orada biz güləşmişik, yıxmışıq, yıxılmışıq. Bilirik nə cür güləşərlər siyasətdə. Onun üçündür ki, indi deyirik ki, vaxtıdır. Azərbaycan çıxıb öz haqqını qışqırmaq vaxtıdır. Azərbaycan indi vaxtıdır ki, hər ustan qalxdıqca bizə bir yoldur. Biz indi bu günləri qalxsaq, lorlar da qalxsa, kürdlər də qalxsa, bəluçlar da qalxsa, türkəmənlər də qalxsa, İranda bu güc, farslarda bu güc yoxdur ki, 7 cibhədə, 6 cibhədə savaşalar. Dünyanın ərteşini də versələr savaşanmazlar.
Ondan sonra əgər onlar bizim üzümüzə silah çəksə, bizim də silah çəkmək gücümüz var. Budur da ki, Azərbaycanda heç kəsin silahı yoxdur. Azərbaycanın böyründə dövlətlər var. Türk dövlətləri var. Biz iradə eləsək, milyonlar silah hələ gətiririk. Yəni, necə ki deyirlər, bizim silahımız yoxdur, Kürt bizi yiyər, filan bizi yiyər. Niyə bizi yiyər? Kürdün dünyada dövləti yoxdur. Bizim dövlətimiz var. Biz ayağa dursaq haqqımızı almağa, əgər silahlı savaşa növbə yetişsə, bizim təcrübəli qüvvələrimiz var dünyada. Özümüzün də, mən ki, məsələn, indi 55 yaşım var, 56 yaşım vardı, heç olmasa mən sərbazlıq eləmişəm. Bir çoxlarımız cəngə getmişik, cəngədə savaşmışıq. Bizim savaş təcrübəmiz var. Yəni, əgər İranın, Farsların ərteşi varsa, biz də həman ərteşdə dövrə görmüşük. Onların taktiklərini bilirik, onların stratejilərini bilirik, onların savaş tekniklərini şəhərdə, hətta sərkub tekniklərini bilirik ki, onlar nə cür şəhərdə bizlə rəftar edəcəklər. Tamam tekniklərini bilirik. Ziddi şurişdə olanların bir parçası da bizim uşaqlarımız, evlatlarımızdır. Elə onlar çıxsalar xiyabana deyəcək, hə, burada bu işi görəcək, orada o işi görəcək. Qədim deyir, indi hamının əlində də şey vardı, ağa filan yerdə polis vardı, tamam, toplanaq orada, onları qeydək dalıya. Onlar bizim üzümüzə silah çəksələr, bizim haqqımız var, silah çəkək. Bəzi türkçə adı ilə, Azərbaycançı, millətçi adı ilə çalışanlar ki, deyirlər, durmayın. Bunlar həmişə, indi keçən 30 ildə bizə fəqət bunu tapışırıblar da. Bunlar bir çoxu xaindir. Bir çoxu xaindir. Mənim işim o zaman ki, içəridəydim, xəbərnigarlıq olduğu üçün mən bunların bir iddəsini tanırdım. Adlarını indi demək olmur. Çünki adlarını desək, həm öz adamlarımız filan kəsə müttəhəm elədi, içəridə ikilik yaratdı, həm də ki, düşmən də biləcək ki, biz onların adamlarını tanıyırıq. Bir adam ki, jurnalist kimi bir adam, sazmanların içində, müdiriyyətlərin içində, təşkilatların içində fırlanır, zaman içində adamları tanır. Kim kimdir, nə qarədir, hara bağlıdır, hardan gəlir, hara gedir, hara işlir, hara bağlıdır, hardan alır, hardan yiyir. Bu bir jurnalistin işidir. 30 ildir, siz indi Təbrizdə bizim bəzi xəbərnigarlarımız var ki, 40 ildir sabiqələri var, 50 ildir işləyirlər o işdə. Və mən bilirəm ki, onlar ittilata işləyirlər. Heç olmasa bir ikisini tanırım ki, müstəqimən ittilata işləyirlər. Yaşlılar belə. Biz onların sözü ilə oturub dursaq, amma onlar hamını tanırlar. Yəni bu şəhərdə filan kəsi görəndə bilir, o bu adam budur. Misal verin biləcək. Baxın, ittilat məmurlarının bir tedadı Səlmani altında işlər. Biz, məsələn, mənim filan yerdə arayış gərim vardı. Siz bunları hardan tanıyacaqsınız? Şəhərdə diqqət eləyəcəksiniz. O özünüzə gedirsiniz, adamları görürsünüz. Bir gün, 2 gün, 3 gün, 5 gün bir adamı bir yerdə gördüğünüz zaman, sonra onun iddiasını qoyarsınız onun qabağına, görərsiniz ki, o adam deyir ki, məsələn, mənim Səlmanim var, amma hər gün orada, məsələn, durub filan yerdə filan işi görür. Bəs bu, bəlli iş Səlmani deyil. Adresini aldım mən, zindanda məndən gəldi, bərabər. Tasua günü məni saldılar, ittilatdan göndərdilər zindana. Tasua günü, Aşura günü, bu 2 günü məni zaten də şeyə verməyəcəklər. Bəndə verməyəcəklər, tətil kimi idi məsələn zindan. Gərək qalıydım qərantinədə. Soyuqdan ölürüm, qan gedir məndən. Vəziyyətim xərabdır. Çox soyuqdur mənim üçün. Yəni, hava soyuqdur hər halda. Şeydə mən tutulmuşdum. Abanda tutulmuşdum. Və ya Azərdə, Mehraban Azər deyib, Azərin axirlərində də məni verdilər şeyə, zindana, ittilatdan. Oradan, indi mən bu qərantinədə
şəxsiyə gedirlər. Məhərrəm Tasua günüdür. Zindanları vurublar, sərbazlar. Gəlin şəxsi, hər kəs də getməsə vuracaq, falan eləyəcək. Adamları yığıblar şəxsiyə. Mən də məruzlənmişəm, getmirəm desələr də deyirəm mən getmirəm. Hər kəs hər nə iş görə bilir, görsün. Heç kəs də bir iş görə bilməz. Zaten də bir iş görə bilməzlər. Patonu salmışam sinimə, amma çıxartdılar həyətə. Həyətdə indi durmuşam, bir nəfər də gördüm, o da durub orada. Amma uca boylu, səqqəlli, sarı səqqəli var, sarı baş var, gözəl göyçək bir oğlan. Gəldi mənə yaxın, gəldi, durdu. Səlam əleykin, əcirsən, sən niyə qoşulmursan? Mənim də acığım gəlir bundan. Nədir, Hüseyin filandır. Bəhman İmam Hüseynin əleyhinə soxuşdurdu. Mən gördüm ki, olan, axı bu adamın qiyafəsinə bu fikir yaraşmır. Bir də mən bunu şeydə görmüşdüm. Tərbiyyətdə neçə dəfə görmüşdüm. Mənim piyada getdiyim yoldur. Görmüşdüm. Tamam, bu adam ola bilər, öz zehnimdə deyim, bu adam ola bilər, biraz ehtiyatlı olmalısan. Danışdı biraz. Ondan sonra nə qarəsən, kimsən, nə qarəsən, dedim ki, mən də xəbərniqaram filanam. Hə, mən Amerika səsindən eşitdim, bir dənə xəbərniqarı tutublar hidayətində, o sənsən? Hə, mənəm. Bu bizə başladı, ondan sonra mənə masaj verir, filan verir, dost oldu, nə bilim, gedim sənə filan şey alım, gətirim, bəhman şey alım, gətirim. Mən də kimlə savaşmışam, nə olubdu, xanımımla əgər iştibah eləməsəm. Gəliblər, vurublar, mənim şüşəmi sındırıblar iş yerimlə, bu da mənim iş yerimin əksləridir. Filan yerdə Ərteşin xiyabanı ki çönür, onun o tayında Padqana çönən yerdə. O tayda deyir mənim şeyim var. İttilaatadır. Eyni halda İmam Cümənin evinin ətrafıdır da, ora bilirsiniz. İttilaatda İmam Cümənin evi də yapışıqdır ittilaata. İmam Cümənin ittilaat bahəmdilər, əslində bir saxtımandılar. Belə deyim ki, İmam Cümənin həyəti, İmam Cümə qaldığı evin həyəti ittilaatın sillol-i infiradisinə yapışıqdır. Yəni, əgər İmam Cümə həyətdə ya evdə səssiz olsalar, zindanda şikəncələrin səsini orada eşidər. Bu, hər halda bu adam çox məhəbbətinə, sonra da bahəm getdik şeyə, bir yerdə bizi verdilər bəndi maliyyə. Bəndi maliyyədə məni bir salona verdilər, onu bir salona verdilər. Bu gedir, gəlir, mənə xidmət edir, filan, bəhman, yoldaşlıq edir, o çıxır məndən hər yerə. Bizim orada bir qədimi siyasilərdən biri mənə dedi ki, mənim də paltarım zadım qanlıdır. Yəni, qan gedir məndən, gərək gedən bimaristana, cərrahı olan aparmırlar. Bu qədimkilərdən biri getmişik, oturmuşuq onun şeyində, təxtlər 3 təbəqədir. Orada bir yer düzəldiblər, hər iki təxtin arasında. Adamlar orada otururlar, çay içirlər, danışırlar. Bir qədimi siyasilərdən birini gördüm, tutulubdu, ağır zindana məhkum olubdu. O necür oldu, bir ləhzə məndən ayıran kimi dedi ki, bundan müvazib ol. Dedim, bilirəm. Bilirəm, bir 12-13 gün qaldı bu adam zindanda. 12-13 gündən sonra dedilər, bunun nənəsi gəldi, çıqadır biləsin. Çıxartdı, getdi, sonralar da mən çıxdım, getdim bunun tükanını tapam. Getdim, gördüm ki, o dediği adres xiyabanda, Ərteş xiyabanı ki, bilirsiniz, saat qabağından başlayır, gedir, başda Ərteşə yetişir. Eyni halda vəsətdə bir İmam Cümənin evinə gedən yol var, bir də gedir Etkaya gedən yol var, Bağşımala dönən yollarda. Bunlar o tərəfdən də Hafiz xiyabanı, ittilaatın orada da şöbələri var, burada da şöbələri var. Bu ittilaatın saxtımanı bu məntəqədədir, yəni ortadadır. Post idarəsindən biraz üstük orada hər halda İmam Cümənin hər kəs evini tanısa, onun ətrafı həm ərteşdir, həm 110 polis ziddi şurişdir, həm Niru İntizaminin mərkəzidir, həm dadgahı vijeyi ərteşdir, həm əslisi ittilaatdır. Bunların hamısı buna görədir ki, ittilaatı orada gizli gələr. Yəni, bunların hamısı orada buna görədir ki, ittilaat idarəsi bəlli olmuyor. İttilaat idarəsinin İmam Cümənin evinin yanı meydandır. Gün çıxan tərəfi. Yox, gün batan tərəfi. Meydandır. Hər halda İmam Cümənin evinin bir böyrü meydandır. Biraz qabağından tutur, biraz da böyründən tutur meydan. O meydanda bir dənə yekə qapı var. O yekə qapıdan da infiradiləri, yəni siyasi zindanları oradan apararlar. Ya tutukları ki, ittilaat aparır, indi sual soruşacaq. Oradan aparar içəriyə.
Bu da şeydir, yəni mövqeyiyyətidir. Oradan maşınlar daşı çıxar, ya adam aparıblar çıxırlar, ya da gəlirlər, ya da döhdür aparırlar. Normalda bunların döhdürləri zatları da vardı ki, hamısı eşitdə də işləyirlər və ittilaata da işləyirlər. Hər halda bunu deməkdən istədim deyəm ki, yəni biz bu adamları tanırıq. Birisi bir gün mənə dedi ki, burada milli fəallardandır bu, məsələn. Məsələn, milli fəallardandır. Adını deməyəcəm. Bir gün mənə dedi ki, ayət demirəm, işiniz adını deməyin, çünki məşhur adamdır, tanınar və hələlik verilən üstləri açılmamaq gərəkir. Səlah belədir. Mənə dedi ki, filan kəs burada bir nəfər var, aparıblar, şikəncə eləyiblər. Bunun bədənin siqarla yandırıblar. Nə əcəb siz bunu şey eləmirsiniz, xəbər eləmirsiniz. Məsələn, sən radio Fərdaya, Amerika səsinə əsas xəbər verirsən, BBC-yə fulana. Nə əcəb bunu işləmirsən? Dedim, ola mənim xəbərim yoxdur. Xəbərim olsa işlərəm, niyə işləməyim ki? Yayaram, adam özü də istəsə. Yox, adam da istər, mən tanıram, biləsin, çoxdan da tanıram, gedin, siz görün, mən deyərəm, sizi görər, filan bəhman. Adam mənə adres verdi. İndi adresi bir qola işarə eləyim, hər halda burası şey olmasın, yəni gizli qalmasın. Seyyid Həmzə Məqbərət-i Şüəra, onun üstündə bir dar dərbətdə gedirsiniz üstə, sonra bir kiçik girirsiniz içəriyə, orada bir şey. Adamla görüşdük, bir dənə uzun adamdır. Bunu mən baxdım, gördüm ki, bu fəhlədir, qiyafəsindən. Ağzından ki sözlər çıxdı, gördüm bu savadsız bir adamdır. Çünki bunun ağzından çıxan sözlər, bir dana beşi oxuyanın belə savadı yoxdur bu adamın. Bu ağzından çıxan söz bir fəhlə. Əli fəhlə, əlidir. Mənə demişlər bu xələbandır. Buradan deyim, fərqi buradan. Demişlər bu xələbandır, F-neçənin xələbanı imiş, tutublar, yandırıblar, siyasidir, filandır, bəhmandır. Tərif eləmişdilər də, istəyirəm deyən dostlar, o milli fəal adında danışan dostlarımız beləsi mənə tanıtdırmışdılar. Sonra da bir ayrısı bu Amerikada başıma gəldi. Eyni buna tay, amma bir ayrı səviyyədə. Bu dedi, tamam, bu adam görən kimi gördüm, yox, bu adam qiyafəsi, duruşu, xələbanlığa yemir. Xələbanlığın, bilirsiniz, hər işin özünün bir tipi var. Yəni o iş özün bu adamın üzündə, gözündə, giyişində, duruşunda, danışığında özün görsədər. Məsələn, siz 10 nəfər dursa bir yerdə, baxsan deyərsən o fəhlədir, o məsələn mekanikdir, o da mühəndisdir, o da döhdürdür, o da malladır, hələ malların paltarlarından tanırsan, o ayrı. Niyə? Çünki bunların danışığı və duruşuğu və giyinişi, hətta əllərinin, bədənlərinin, ətinin zərafəti görsədir ki, bu nə işlədir. Əl verdim bu adamdan, gördüm bu adamın əlləri daşdır. Bu adam fəhlədir. Bu adam o qədər daş daşıyıbdır, bu adam o qədər iş işləyibdir ki, bu əllərdə zərafət əlində bir şey yoxdur. Bu əllərin hamısı qabar çalıbdır, o qədər qalab çalıb, sırımsıyıbdır, olubdur bir şey. Bir yol. Mən bu gün kitab oxuyacaqdım, nəql deyirəm. Mən, bu adam məni dəvət elədi evinə. Deyirəm, danışırıq, yolda gedirik. Qapıdan girdi, gördüm bunun xanımısı bir ayrı cürdür. Ağzını tutub, gözünü tutubdur, filan bəhman. Xələbanın xanımısı belə olmaz. Xələbanın xanımısını biz bilirik ki, xələbanlar nə vəziyyətə təlim tərbiyyət dağıtıblar, kimlərlə evlənənlər, savadı nə qədər olar, düşüncəsi nə qədər olar, hangi adam, hangi kəlmələr ağzından çıxar. Çünki hər, məsələn, bir dənə xanım vardı, indi Təbrizdə mən hərdən danışıram biləsinə. Bu iddia edir ki, lisans, fوق lisans, ədəbiyyat alıb, nəmnəmənə alıb, filan bəhman. Adamla danışıram, görsən, pəncüm ibtidai ta sevim rahnumayı savadı var. Çünki işlətdiyi sözlər o həddədir. Fərhəngi ki, o adam danışır, ağzından çıxır, rəftarından çıxır, oturuşundan, duruşundan çıxır, kameradan görürsən ki, bu adam ən çox belə düşüncəsi yetişər sevim rahnumayı səthində bir adamdır. Ola bilər, gedib danışqay Pəyam-ı Nurdan bir lisans alıbdır, ola bilər. Amma nə cür alıbdır, mən bilmirəm. Yəni, savad yoxdur bu adamda. Bu adamda düşüncə yoxdur, düşüncə yoxdur.
Bu adamda o, ağa biləxərə sən bir sudan geçmişsən, o gərək səni isladı axı. Olmaz ki, sən deyəsən ki, mən məsələn 5-ci ibtidaiyəcən oxumuşam, amma filan şeyi deyə bilməyəsən. Hər halda, gördüm bu Xələbanın xanımısı da çox belə, deməyim geri qalmış, çox savadsız, ictima görməmiş, kişi qəlbi qərə, arvad gözünü tutdu. Xələbən belə olmaz. Bunu da bilirik ki, belə olmaz. Girdik evə, mən biraz qorxdum düzünü axtarsız. Daha evə girib, bu vəziyyətdə evə girdim, kiçik bir həyət. Həyət çox kiçik. Adam, geçdik evə, biraz çox nigeran oldum. Çox nigeran oldum, mən təliyə düşdüm dedim. Dedim təliyə düşdüm, burada məni məvaddım xəddir ilə tutturacaqlar. Ya da öldürəcəklər. Rəsmən bu iki fikir gəldi zehnimə ki, ittilaat məni burada tutacaqdı. Deyəcəkdi ki, sən məvaddım xəddir işindeydin, aparacaqlar televizyona, deyəcəklər məvaddım xəddir işindeydin. Bu adam da deyəcək, bəli, mənim qonağım idi. Mən gedəcəyəm Ağa Məbülfəzin yanına. O işlə ki, mənə yapışmazdı, yaraşmazdı onunla. Hər halda oturdum, qorxu düşüb canıma, nigeranam. Əlbəttə, ailəmə bildirmişəm hara gedirəm. Bir-iki nəfər dostlarımdan bilirlər mən hara gedirəm. Çünki mən buna görə ki, ittilaat eləyə bilməyə, öldürə, telefonla bir iddə adamlara deyirdim. Onlar bilsinlər ki, mən gedirəm filan yerə. Filan zamanda çıxmasam, zəng eləməsəm, bilin ki, başıma bir iş gəldi. Bunu həmişə bu işi görərdim. Ta telefonum kontroldadır, bilirəm. Bunlar şey olmasın. Hər halda, biraz oturduq, bu adam çay gətirdi, mən çay içmərəm, filan gətirək, yox ya, mən içmərəm. Tariflar, əraq tarifi, yox ha, mən bu cür adam deyiləm. Mən qəhvə də içmərəm, çay da içmərəm, əraq da içmərəm, mən salim bir su içərəm. Getdilər, mənə bir divan su gətirdilər, onu da içmədim, qoydum orada qaldı, hələ feylən qalsın, içərik. Bir yol, ev çox kiçik. Bizim evdən də. Mən çox kasıb baladan, ailədən gəlirəm. Evimiz kiçikdir, bilirəm bunu. Kiçikliyi də bilirəm, fəqirliyi də bilirəm, kasıblığı da bilirəm. Amma bunlar bizdən də kasıblar. Yəni, bunda əslən bu evdə xələbançılıqdan belə bir əsər yoxdur. Adam biraz oturduq oradan, buradan, tart falan, geçə danışır. Mən birdən gördüm, mən Çehriqaninin tərəfdarıyam. Çehriqanidən ötürü məni tutdular, saldılar zindana, məni siqarla yandırdılar. Ağa, sənin nədir siqarla yandırdı? Bu adam bədənin açdı, gördüm, bədən başdan başa siqar yarası. Yəni, mən əl vurmadım deyəm. Amma siqarın nəqqaşiləri üstündə var. Yəni, bu adamın elə bir ki, arının şanını görən adamlar eyni arı şanı elə vurublar. Bunun bədənin başdan ayağıb cüyardılar. Nəzərimə gəldi ki, nəqqaşı ola bilər. Sonralar da bunu mənə Kanadada olanda işlədi idarə ittilaat. Mənim qızımın orada, bunu da bir ayrı vaxt deyərəm bəlkə. O da məmur çıxdı hər halda. Sonra bildik ki, şallaq gəldi mənə şikayət elədi ki, məni tutdular Azərbaycancılıq yolunda, şallaq vurdular. Şallaqlardan dedim, oğul sən soyun. Mənim qızımın oğlan dostu olmuşdu. Qəral idi ki, mənim qızım onunla evlənə, onu gətirə Kanadaya. Yəni, mənim qızımın belə bir hədəfi var idi. Gündə də 2-3 saat danışırdı, ayda 300-400 dollar mən o qızımın telefon pulusunu verirdim. Ürəyində sındırmırdım. Sonra o oğlana dedim ki, sən soyun, şortuvu da belə çıxat. Bədənindən əks saldır. Göndər mənə, mən baxım olaraq, onların üzrə sazmanı bilərəm, müraciə elərəm, sənin pənahəndəliq var da, bir iş görürük, gedib gələrsən. Vurdular, hər halda, istəyəm bunu şey olaq deyəm. Gördüm bu adamın əkslərdə, bir eddə əkslərdə bir zərbələr görünür belində. Bir ayrı əkslərdə bu zərbələr yoxdur, ayrı zərbələr var. Qızıma getdim, dedim, qızım, bu əkslərəcə baxdı. Qızım, bu niyə belədir? Baxdı, dedi, baba, bilmirəm, niyə belədir? Mənim qızımın biri, bir dənə o da oğlum, nəqqaşı oxuyublar. Dedim, qızım, gəlin bura, oğlum, gəlin bura, gəldilər. Nəzərinizə bu nədir? Dedilər, baba, bu nəqqaşı olubdur. Bu kimdir? Filan kəsdir. Bunun nənəsini tanıyırıq, nənəsi ittilaat məmurudur, dədəsi də 110-da işləyir. Bunu da bilirik. Yoxdur, bəs bu uşaq özü də ittilaat məmurudur, qızım. Qızım o gündən kəsdi bu adamla. Hər halda, o da bir nağıldır. Sonra elə bu xanəvadənin də nağılın bəlkə bir zaman deyərəm. Hər halda, o Xələbanın evindəyik. Bənna Xələban ya Fəhli Xələbanın evindəyik.
Adam Tehriqanidən başladı. Mən milli hərəkətçiyəm, Azərbaycancıyam. F-16 sürürdüm, mən oradan götürdülər. İndi mən fəhləliğə məcburum falan bəhman. Tavcih edir bu vəziyyəti. Zahirən mütəvəccüh olub ki, mən mütəvəccüh olmuşam. Sonra mənim çoxlu sənədlərim vardı, elədi, belədi, gizləmişəm falan. Ağa, dur ki, mən də pəncərənin dalısından həyətə. Həyətdə bir tıqqılı kərdi var. Kərdini beli götürdü, bunu qazmağa. Öz-özümə dedim, mənə qəbir qazırlar. Mənə bu gedə qəbir qazır, məni burada quyulayacaqdı. Hə, biraz qazdı, gördüm ki, aşağıdan bir dənə naylonun yapışdı, ucundan çıxartdı, gətirdi. Gördüm ki, Ruznamədə biz Cənab Tehriqani müsahibə eləmişdi. Biz bunları, mən özüm müsahibə eləmişdim, getmişim dadgahda görmüşdüm, onu çap eləmişdim Ruznamədə. Sonra müsahibələrimiz var idi, onları çap eləmişdik falan. Bəhman bunları. Bir də bəzi məqalələr Ruznamələrdən cırıbdı, qoyub o naylona, qoyub yerin altına. Olan bunlar Ruznamələrdədir, mənə film oynama. Mənə film oynurdu, yəni. Gördüm ki, xop, tamam, buradan çıxmalıyam da, mən burada çox qalmamalıyam. Dedim, mən vaxtım qutardı, bunlar da dərdə dəyməz. Siz bir şey görsədin şikəncə əlamətinə, ondan sonra mən bunu işlərəm, tamam. Yox, mən danışmaram filan, bəhman gələrlər, tutarlar. Dedim, danışmasız ayrıdır, mən də danışmasız xəbər yazanmaram. Durdum, bu evdən çıxandan sonra düzün axtarsaz qaçmağa can belə hərəkət elədim. Yəni dedim ki, buradan nə qədər uzaqlaşırsam, belə yaxçıdır, indi tökülərlər, tutarlar ya da bunlar məni öldürərlər. Bir müddət sonra, məsələn, deyək bir həftə sonra İttilaat məmuru gəldi sorağıma, evə gəldi. Məni götürdülər, apardılar. Sərdəri yolunda bir dənə yeməkxanaya. Yeməkxanada oturduq, oradan buradan danışıq. Dedi, hə, sən də getdin filan kəsi gördün. Nə acım onu xəbər eləmədin? Dedim ki, mənim ağlıma bir şey çatmadı bu adamdan. Nəzərimə gəldi, bu adam düz adam deyil. Mədrəkiləri filan, dedim, mədrəkin nədir? Nə mənə ruznamələrin cırıqlarını görsədir mənə, ruznamələri biz çap eləmiş, onları mədrəş deyir ki. O siyasi adama bir mədrəş deyil. Ruznamələrdə doludur. Bir dənə bir şey yoxdur bu adam. Nə cür gördün ailəni? Dedim, ailə bədbəxt bir ailədir. Pulları yoxdur, uşaqların dərsi oxudanmırlar filan, bəhman bəllidir. Sizə bir köməklik eləyin, onlara köməklik eləyin. Dedim, oğlum, mənə köməklik eləməyin, köməklik onlara köməklik eləyin. O uşaq dərs oxusun, ona bir kif alın, ona bir şey alın. Uşaqları var idi. Vəziyyətlərini görürdüm, onları dedi, gördüm ki, vəziyyətləri çox xarabdır. Hə, biz sizə bir pul verək, misirlər indi mənə alalar, yəni amilə çevirələr da, müstəqim təşviq edirsən, yaxşı adamsan, bizim sənə etimadımız vardı, adamların da sənə etimadı vardı, biz pul verək, sən ver. Tamam, bir pul verirsiniz, mən aparıram, ailəyə verərəm, Allah da xoş gedər. Bunlar bir ay çəkdi, mənə 20 min tümən pul verərlər, aparam bu ailəyə verəm. Sonra dedim, baxın, mən burada bu qədər mənə yetər. Mən sizinlə heç cürə əməkdaşlıq eləyə bilmərəm. Çoxlu məsail, dedim, həftədə bir dəfə 2 nəfər gələrdi, məni buradan alardı, evdən ya çıxardım. Mən Qaraqaşla, Məntəşdə otururam əslində, Məntəşlə Baharın arasında. Orada oturardım. Çox kasıb bir məhəllədir, kasıb ailədən gəldik. O da bizə çox idi, yəni atamcıl oranı işli, dırnaqları ilə, atam, anam, hətta mən özüm uşaqlığımda və mənim qardaşım belə, oraları işləyə düzətmişdik. Yəni, bu cür dərdi ki, fikir eləyək, bizim pulumuz var idi, gəlmişdik. O zəhmət çəkmişdik. Mən ilmək salardım, qardaşım ilmək salardı. Nənəm pəşt oxuyardı, cəhrə ayırardı. Bizim bunlardan da utancığımız yoxdur. Biz belə bir ailədən gəlmişik, buracan gəlmişik, şükür olsun. Çalışırıq da gedək yuxarıya. Kasıb olmaq ar deyil. Şərəfsiz olmaq ardır. Biz şərəfsiz deyirik. Daha ömrümün başından, əvvəlindən sonuna qədər işləmişəm, işləyəcəm, ömür olsa. Görək nə olur. Öləndə də vətəndə bir qarış yol versələr, vətəndə dəfn elərlər. Verməsələr, torpaqdır. Bir yerdə dəfn elərlər, qutarar gedər. Bu günləri kitab oxuyacaqdım. Getdim, nəql dedim. İstədim nə deyəm? İstədim deyəm ki, bir də insanları biz tanırıq. Bizim əlimizi ittilaatı əlinə qoymağa çalışanları da tanırıq. İttilaatın əli ilə və icazəsi ilə kitab ya ruznamə çap eləyənləri də tanırıq.
onların amili olub Azərbaycançı kimi, türkçü kimi ifrati, hətta məndən ifrati danışanları tanıyırıq. Çünki belə olub, ittilaat belə olmasa idarə eləyə bilməz. İttilaat belə idarə elər. Az personeli var, az personellə çox iş görər. Nə tür çox iş görər? Bir dənə Azərbaycanı, 10 dənə Azərbaycandan istihdam elər, qoyar. Ora siz bu işləri görəcəksiniz. Siz orada şuar verəndə siz onlardan acısını verəcəksiniz. Millət sizə etimad eləyəcək, tamam. Ondan sonra siz bunları aparat yönətəcəksiniz, belə yönətəcəksiniz. Falan zaman bizim o zaman lazımdır. O zamanda biz indi Kürt vardı, Kürt olmasa belə olar. Tamam, Azərbaycan getdi, hamısı rəy verdi, hökumət məşruiyyət qazandı türklərin gözündə. Bunları milli fəal adına, Azərbaycan adına aparırlar çox vaxt. Mən istəmirəm adamları qərəliyəm, hamını demirəm. Bunların içində qətlən bir iddia adam vardı ki, mənə inanır, ona inanır, Həsənə inanır. O adam ki, məni ittilaat məmuruna göndərmişdi, ona inanır. Ona inanandan sonra o da bir şey deyir, o gəlir buna. Bilmir ki, o ittilaat məmurudur. Çünki bu adam yazıq, bədbəxt bir adamdır. İstəyir Azərbaycana bir iş görsün, bir səhv açıb orada bir şey çalışır. Bunda günah yoxdur. Amma o adam da bilməlidir ki, okey, məndən qabaq bir də insanlar burada mübarizə eləyiblər. Burada savaşıblar, adamları tanırlar, fikirləri tanırlar, dünyanı tanırlar, siyasəti tanırlar. Heç olmasa bir köynək məndən çox cırıblar. Xəsislığından ya pıntılığından çox köynək cırmayıbdır ki, zəhmət çəkibdir, örgəşibdir, o qədər xəta eləyib, o qədər kötək yiyib ki, örgəşibdir. Biz Abbas Lisanın qaşına gözünə aşıq deyirik ki. Biz filan kəsin qaşına gözünə aşıq deyirik ki. Gedib kötək yiyib, durub, iştibah deyib, düzəldib, düştibah deyib, düzəldib, yolu tapıbdır. Azdıq can azdığı yoldan gəlib düz yola çalışmağa çalışıbdır. Amma yolun qalanı nə cür gedəcəkdir o, ya mən, ya o birisi? Qardaş, dostum, əlimizdə çıraq olmasa gedənmərik. Əlimizdə çıraq olmasa gedənmərik. Farslar niyə inqilabda bizim əlimizdən aldılar? Niyə Azərbaycan inqilab elədi, Farslar aldılar? Çünki Farslar əvvələn getmişlər Çində, Kubada, Filistində, Suriyədə, Libidə dövrə görmüşdülər. Siyasət dövrəsi görmüşlər, savaş dövrəsi görmüşlər, əmniyyət dövrəsi görmüşlər, ittilaat yığmaq dövrəsi görmüşlər. Bunlar bilirdilər nə cür kontrol eləyəcəklər. Biz nə bilirdik? Biz nə örgəşmişdik? Bizim adamlarımız Ayətullah Şəriət Mədarinin düzəltdiyi şey budur ki, din ilə gələcəkdir, bir fətva verəcək, biz də çıxacaqdıq xiyabana. Sonra da bir dənə hizbi düzəltdim, gəlin yazılın ona. Tamam, yazılıq. Ondan sonra neyniyək? Bir nəfər yox idi Azərbaycanda deyə ki, Azərbaycan yəni nə mənə? Türkiye'nin nə mənə? Biz nə yox? Niyə İranlanıq? İran bizə nə verib? Keçən 100 ildə bizim başımıza nə oyun gətirib? Niyə biz yenə Hizbi Xalqi Müsəlmanı İran düzəldirik? Niyə? Çünki bizim adamlarımız o dövrəni görməmişlər. Farslar bu, baxın Farslar düzdür İngilistanın, Amerikanın nəxşəsi ilə gəldi Xumeyni iş üstə. Köməkliyi ilə, hər şey onların əlindən oldu. Fransa'nın, filanın, bəhmanın, yəni dünya onlara köməklik edir. Amma o köməkliyə düzdür. Bizim də dövlətimiz belə yıxıldı. Yəni burada Qacar da elə beləsi yıxıldı. Qacarın da adamları getdilər xaricədə, onların adamları oldular, Framason oldular, filan oldular. Lazım gələndə Qacarı yıxdılar. Pəhləvinin də adamları getdilər, Framason oldular, onların əlində oldular, lazım olanda yıxdılar. Çünki Rusiyanın qabağında təh bir Müsəlman Əfqanistan cavab verməzdi. Bir dənə də İran burada çıxmalıydı. Burada Daeş çıxmalıydı. Daeş bizim əvvəli inqilabda Xumeyni, Xameneyi neydi onun adı? Musevi Təbrizi, Çehrexani, Musevi Ərdəbili, Xəlxali, bunlar Daeş bunların yanında behişdən gəlmiş huridir, məlakədir. Bunlar həman işləri görürdülər, biraz da pisini görürdülər. Əslən bunlar öldürməkdən belə çəkinməzdilər. Adamı 3 cümlə danışdırıb öldürürdülər. 3 cümlə. Adın nədir, şöhrətin nədir, qəbul edirsən ya yox. Yox, qəbul eləmirəm, tamam gedin öldürün. Daeş dediğim buydu. Onların bir Daeşə ehtiyacı vardı Rusiyanın qabağında. Gətirdilər. Xumeynini gətirdilər iş üstə, ətrafındakı adamların hamısı, baxın bu mollalar belə
Mollaların bir çoxu getmişdi, dövrə görmüşdü Libidə. Mollaların bir çoxu getmişlər Suriyədə, Filistində dövrə görmüşlər bunların içində. Savaş bilirdilər Fars mollaları. Xumeyninin zehni buydu ki, otura qomda. Amma ətrafındakı o siyasi dövrə görmüş, məmur olan mollalar dedilər, hara gedirsin oğlum? Hələ əlimizi taza almışıq, burada pul var, sirvət var, güc var, keyf var burada. Bu keyfləri niyə ötürək şeydək? Qeytərdilər Tehrana, Cəmkərana. Onu. Bizim niyə yox idi? Hə, indisi bizim də dostlar, baxın bizim də o gələcək yolu örgəşmağımız var. Bizim də deyək ki, bir şey oldu, onu necə gedəcək? Buradan xəta ilə gəlmişik. O qədər xətalarla gəlmişik ki, bizim əslində milli hərəkətimiz normal bir təbii hərəkət kimi hərəkət edir, xətalarla gedir. Zoq salır, ağaca daşa yetişəndə oradan əylə gedə bir ayrı yerə. Oradan bir ayrı yerə, yolda yetişəndə oradan əyilir, gedir bir ayrı yerə. Yəni biz azmun xəta farsda dedikləri yolumuzu islah edirik. Amma bu gələcəyi də görməyimiz demək deyil. Çünki biz təcrübə ilə gələcəyi gedənmərik dostlar. Bizim məcburuq siyasi düşüncəmiz olsun, dünya görüşümüz olsun, dünya insanlarını tanıyaq, ideolojiləri tanıyaq, yolları tanıyaq, stratejiləri tanıyaq, taktikləri tanıyaq, düşməni nə cür yıxarlar onları bilək. Hər halda Azərbaycan milləti, Türk milləti bizim birinci, ən önəmli hədəfimiz milli hakimiyyəti qurmaqdır. Bunu gərək bilək. Bu milli hakimiyyəti qurmaq üçün bizə düşmən yaradacaqlar. Düşmən kimdir? Şumallılar. Düşmən kimdir? Kürd. Düşmən Fars düşmən deyil. Kürd ilə Kürdlə Astaranın üzrə Şumallılarla bizim davamız bir qarış torpaq üstündədir. Farsla Azərbaycan üstündədir. Onlarla bir qarış torpaq üstündə savaşmaq gələrsə, burada Azərbaycan istimarı üstündə savaşmalıyıq. Biz, baxın, Filistinlilərin bir dənə gözəl təcrübələri var, Yahudilərin də bir gözəl təcrübələri var. Yahudilərin, bilirsiniz, Quranın əsasən o torpaq müsəlmanların deyil, Yahudilərin. Qurana əsasən. Yahudilər o toprağın sahibidir. Beytül-Müqəddəsin, Filistin deyilən yerin sahibi Yahudilərdir. İslamdan sonra ora Həzrət Məhəmməd bir dəfə gedib oradan, məsələn, deyirlər Meyraca gedib. Tamam, gedib, neyini yox. Həzrət Məhəmməd ora getdiyi üçün ora müsəlmanların olar mı? Həzrət Məhəmməd o qət yerə gedibdi ki, müqəddəs deyil. Nəcür olubdu Beytül-Müqəddəs olubdu müsəlmanlara. Yox, ora Yahudilərin olduğu üçün müqəddəsdir. Ora Məsihilərin olduğu üçün müqəddəsdir. İslamın müştərəkdir, yox, müştərəkdir. Amma o Yahudilər o torpaqlara qeydəndə dubarə o torpaqları aldılar. Elə ki, biraz torpaq aldılar, orada olanları silahlandırdılar. Silahlanandan sonra qalan torpaqları da aldılar, vətən yapdılar özlərinə. Baxın, dünyada ədalət adında bir şey yoxdur. Bunu zehninizdən çıxadın, dünyada ədalət var. Dünyada zor var. Baxın, bu günləri dünyanın bir çox yeri zorla vətən olubdur. Vətəndaşlarını öldürüblər, torpaq daşlarını öldürüblər, orada taza insanlarla özlərinə vətəndaş yaradıblar. Avropalılar gəliblər Amerikaya, İspaniyalılar gəliblər Cənubi Amerikaya, Güney Amerikaya. Güney Amerikada qətliam eləyiblər, ya Məsihi olacaqsınız, ya Məsihi olacaqsınız. Ya dilizi çevirəcəksiniz, İspaniş danışacaqsınız, İspaniya dili danışacaqsınız, ya dilizi çevirəcəksiniz, İspaniya dili danışacaqsınız, öz dili danışanmazsınız. Bunun üçün siz bu günləri gedin Kubaya, gedin o Amerika, Güney Amerikaya. Güney Amerikada bir dənə millət tapanmazsınız, öz dilində danışsın. Onları öldürüblər, Avropa məmləkət ediblər.
Amerikada gəliblər, bura gəliblər, Amerikaya gəliblər, Kanadaya gəliblər. Yalan olmasa dediklerine göre, bəlkə də çoxaldırlar. Burada aboriginal ya natives deyirlər. Yəni bu toprakların sahibi. Milyonlar il burada yaşayıbdı. Minlər il burada yaşayıb, heç olmasa milyonlar deməyək, minlər il burada yaşayıbdı. Gəlirlər burada onların əllərində olan silahları oxdur, 16 metr, 20 metr gedər. Çox getməz. Bir dana ceyranı vurar, yaralar, ceyran gəlir, qaçar, gedər orada. Baxmayın ki, oxla görsə, ox öldürər. Ox öldürməz, ox taxılar bir yerə. Nə qədər bunun gücü var? Heç nə qədər. Taxılar ora, biraz qan getməsə, o ölməz. Qan gözlərlər, qanında dalsın, gedərlər, düşər yerə, onu götürərlər, gətirərlər. Qaça bilməz. Çünki qaçdığı heyvanın qanı sürətlə tökülür. Gəliblər, bunları öldürüblər tüfənglə, topla. Deyiblər ki, bura bizim vətənimizdir. Bunlar vətən eləyiblər özlərini. Dünyanın hər yerində millətlər gediblər, işğal eləyiblər, öldürüblər, oranı özlərinə vətən eləyiblər. Müsəlmanlar da getmişlər orada, Beytülmüqəddəsdən, Filistin dediği yerdə. Oranı almışlar, özlərinə vətən eləmişlər. Savaşda. Sonra da itirdilər əllərindən. Sonra Yahudilər qeydilər, gəldilər, aldılar. Bu istəyirəm təcrübəni deyəm. Yahudilər qeydilər, gəldilər, toprağı pulla aldılar. Əkinçilik adına, zeytun əkmək adına. Aldılar. Yavaş-yavaş sonra, məsələn, 500 ailə olandan sonra silahlandılar. Silahlanandan sonra başladılar savaş eləməyə, qorxu salmağa, terror elədilər. Terror eləyəndən sonra burada adamlar köçməyə məcbur qaldılar. Toprak qaldı bunlara. Toprak qaldıqca adam gətirdilər, dövlət qurdular, bayraq qurdular. Filistinlər də aynı təşnişdə 50 neçə il savaşandan sonra axır gəldilər, ağa bizə orada bir Nəvar Qəzdə deyirlər, ha, Navar, bir cıqqılı barikə. Bir cıqqılı cırıq, torpaq oradan şırıq dedilər, siz burada yaşayın. Orada bir yerlər var, bayraqların vururlar. Biz, bu iki Kürtçələr bizim bir şəhərimizi alar, Şimallılar gələr bizim bir şəhərimizi alar, onun qorxusundan tamam məmləkətimizi veririk üçüncüsünə. Yəni biz o qədər ki, indi bizi Kürtlərdən qorxudurlar, Şimallılardan qorxudurlar, Farslardan qorxudan yoxdur. Heç demirlər, sizin məmləkətinizin hamısı Farsın işğalındadır. Bizi bu iki Kürtçələr orada Qərbi Azərbaycanda, Urmiyyədə ev sahibi olar, onu demirlər. Onu deyirlər. Bu iki İran deyilən məmləkət, İran, Fars deyilən millət, küllü bizim torpaqlarımızı alıb əlimizdən. Ağa, Zəncandan gələn Qızılüzən çayı niyə quruyubdur? Niyə suyu gəlmir? Ağa, mən Günaz TV-dən yalvardım, dilimi bir qarış çıxartdım eşiyə, millət. Hər kəs Urmu gölünün ətrafında yaşayanlar var. Ağa, hər kəsən öz kəndinin yanından geçsin, dəryadan su çəksin. Ağa, bunlar bizi toğladılar. Nədir toğladılar? Mən dəfələrcə bunu dedim. Gətirdilər gölün vəsətindən, torpağı qazdılar, Burduz elinə. Bir neçə hektarın suyu göndərdilər ora, oradan bizə daimən əks aldı. Ora haradır? Körpünün yanıdır. Körpünün yanından bir neçə hektarı ki, gözündən görünmək ola bilər. Oranı saldılar torpağın içinə, suyun gələnin orada bir göl düzəltdilər bizə. Tehranın Çikgər gölündən çiçik bəlkə də. Bizim də əvam, sadə adamlarımız getdilər, girdə dizimizəcən su var, burada biz giririk suya. Demədi ki, olan bunun o birisi tərəfdə var. Buranın 120 kilometr uzunluğudur, bu o 110 kilometr o üzə gedəndə orada su var ya, yox. Bu qədər əvam bir millətik biz. Dilimizi bir belə qarış çıxartdım mən Günaz TV-dən ki, ağa, Şərəfxananın əhalisi, get ki, oradan bir film götür. Filan yerin əhalisi, get oradan bir film götür. Ağa, ayrı yerlər var. Bunun ətrafında minlər, yüzlər kət var, minlər deməyək. Gedin öz məhəlləzdən bir film götürün, deyin, ağa, burada su var ya, yox. Bu qədər biz tənbəl bir millətik, dilənçi millətik. Mən bir teoriya gəlmişəm. 100 ildir bizi dilənçi eləyiblər. Biz dilənçiliğə adət eləmişik. Biz savaşmağa adət eləmişik. Bizim dillərimiz niyə savaşırlar? Niyə dünya alırlar? Çünki savaşırdılar. Biz niyə savaşanmırıq? Çünki biz dilənçi olmuşuq. Biz utanmırıq dilənməkdən. Ah, bilirsiniz, hər adam dilənənməz. Belə, indi mən gedəm acından öləm xiyabanda. Mən Türkiyədə 11-12 gün parçada yatdım. Pənahəndə olanda. 11-12 gün gecələr parçada yatdım. Gündə 2 dana hulu ilə geçinirdim. Pulum yox idi. Hulu ilə, 2 dana hulu ilə geçinirdim.
Amma dilənməyə yerim yox idi. Özümü bu qədər gətirəməzdim aşağıya ki, dilənəm. Amma elə ki, bir dəfə diləndin, o şərm-i həyat töküldü, özündə haqq bilirsən, mən lazım olanda gedib dilənəcəyəm. Biz indi 100 ildir dilənçiliğə adət eləmişik. Bizim kültürümüz dilənçi kültürüdür. Biz azadlığı belə bizi zindana salandan istirik. Biz haqqımızı belə deyirik ki, onda da o mənə haqq versin. Bu qədər dilənçi bir millət olmuş. Acıdır, bacıdır. Xoşun gəlmir, bağla get. Aşıq deyirəm, mənə qulaq asasan. Mən acı söz deyirəm. Qulaq asma. Dilənçi bir millət ol. Bədbəxt bir millət ol. Bizdən əzilmiş dünyada, bizdən əzilmiş millət yoxdur. Bizdən dilənçi millət dünyada yoxdur. 45 min tümən aydaya biz özümüzü satırıq, gedirik, rəy veririk ki, 45 min tümənimizi kəsərlər ayda. 45 min tümən, mən dünən nənəmlə danışırdım, deyirdi ki, almanın kilo 20 neçə min tüməndir. Çürümüş almanın. Qarpızın kilo 5 min tüməndir. Qohunun kilo 10 min tüməndir. Bir aydan sonra olacaq 20 min tümən, 30 min tümən, 40 min tümən. Amma o qədər dilənçi olmuşuq ki, vətənimizi özgədən dilənirik. Özümüzdən difa eləməyi belə ondan dilənirik. Vətənimizi qorumağı düşmənimizdən deyirik ki, Farslar dövlət gəlsin, mənə vətən qorusun, Kürdləri aldılar, Şumallılar aldılar. Dövlət sənin düşmənindir. Sənin nədir olubdur? Kürdün üstünə yücürdürlər. Ağa, bizi it görür, it fərz elirlər, quşqururlar. Kuşqururlar Kürdün üstünə, Fars yaddan çıxsın. Kuşqururlar, əslən Kürd, Azərbaycan qərbini əldən versək nə olar? Astaranı əldən versək nə olar? Mən əvvəl dövlətimi qurum, əvvəl toprağımın birazını əlimə alım, orada bir ordu qurum, orada bir dövlət qurum, ondan sonra görün Kürdünə neynərəm, onunla neynərəm. Ötürüblər kulli Azərbaycan, kulli Türkistan. Hamısını veriblər Farsa, yapışıblar Urmiyyədən. Ağa, Kürdlər nə qədər kötür gəlsin mənim toprağıma. Asimilə olacaq, asimilə olacaq. Dünyada əqəlliyyət asimilə olmağa məhkumdur. Niyə mən Kürdün kötüsündən qorxuram? Kürd silahlıdır, silahlıdır. Kürdün hamısını yıxsan, Qərbi Azərbaycanda yaşayan Türkcə milləti yoxdur. Sən daşla vursan o gedər aradan. Bu qədər bizi dilənçi eləyiblər. Dilənçi millətin dilənçilikdən sonra bir şey yoxdur. Bizim fəlsəfə, yaşam fəlsəfəmiz dilənçilikdir. Bizim yaşam fəlsəfəmiz, dünya görüşümüz dilənçilikdir. Biz hər şeyi dilənirik. Mənə lütfən ana dili verin, lütfən mənə haqq verin, lütfən mənə türk deyin, lütfən mənə... Gecə gündüz bunun üçün ağlarıq. Bir millət ki ağladı, onun başına vuracaqsan. Bizim fərhəngimiz ağlamaq fərhəngi olubdur. Biz qılış götürüb, Şümürlə, Yezidlə savaşmırıq. Biz qılış götürüb öz başımıza vuran bir millət o. Bu qədər bədbəxt bir millət o. Biz düşmən özümüzü bilirik. Siqətül İslamı dara çəkirlər, 10 neçə nəfərlə biz başımızı yarırıq. Bu qədər dilənçi bir millət o. Bizim əlimizdə hakimiyyətimiz ola Qacarlar Farsların dalında dururuq. Məşrutəni dövlət imzalayıb verib bizə 1 il yarımdır məclis gedir orada. Farslar durublar, oradan buradan inqilab eləyiblər, gəliblər Tehranı alıblar, Səttarxan da buradan gedir. Dövlətimizi yıxaq,
Farslılar bizə dövlət olsun. Sonra da Fars dövləti bizim dövlətimizdir. İran bizim İrandır. Ağa yox. Bəzi dostlarımız da elə özləri belə əcib görürlər ki, ağa İran bizimdir, Farsların deyil. Sən bu İranda nə ədədsən? Ay dilənçi. Sən bu İranda bir dilənçisən. Səni mühacir bilir. Sən buradan gedəcəksən, sən qarətgərsən, sən vəhşisən, sən bu torpaqlar sənin deyil. Səni belə bilir. Sən bir dilənçi bir millətsən. Sənin ruhiyyən, fəlsəfən, irfanın, dinin dilənçilikdir. Hər kəs sənə deyirsən fədakarsan. Hər kəs deyirsən çox başucasan. Sən çox məğrur bir millətsən. Sən çox qəhrəman bir millətsən. Yalan deyir sizi doğulur. Sən nə qəhrəmansan, nə başucan bir millətsən, nə fədakarsan, nə savaşçısan, nə də bir şey. Sən bir dilənçi millətsən. Dilənçi millət olmasan, qəhrəman millət olsan, savaşarsan. Sənin toprağın işğaldadır. Sən kiminlə savaşırsan? Sən kiminlə savaşırsan qəhrəman millət? Sən hangi bir düşməni bu günlərdən yıxmısan? Hangi bir düşməni? Biz buradan su yığırıq aparaq ora. Əl-Əhvaza su köməklik edirik. Nəyə? Nəyə? Sən Urmu göl və su ala bildin, Əl-Əhvaza su alasın. İsfahan, Kaşan, Simnan, Yezd, hətta Şiraz, Əl-Əhvazın, Loristanın suyunu aparıb ora behiş düzəldib. Sənin Qızılüzənin nə haldadır, heç xəbərin yoxdur. Sənin Urmu gölünün nə haldadır, xəbərin yoxdur. Sənin bura, bir dana sənə göl düzəldiblər, sən o gölün içində, ağa, bizi çeviriblər bir milçəyə ki, düşübdür, istişandakı suda qərq olur, deyir, bəlkə dünyanı sel apardı. Urmu gölünün vərşəzində bizə bir dana 10 hektarlıq ya 20 hektarlıq bir yeri hesara salıblar, torpağa salıblar. Onu bizə görsədirlər, biz də kef edirik. Özümüzü toğlamayaq dostlar. Vaqiiyyətlərə gözümüzü açmasaq, dilənçilikdən çıxmasaq, ölümə hazır olmasaq, dünyada, baxın bir dostlar, dünyanın heç yerində qəhrəman yoxdur. Qəhrəman kimdir? Qəhrəman o adamdır ki, baxın, neçə şeydən qəhrəman çıxmaz. Hüquqi bəşərçilərdən qəhrəman çıxmaz. Heyvan haqqıçılarından qəhrəman çıxmaz. Lider də çıxmaz bunlardan. Demokrasi istəyənlərdən, ki mən də istəyirəm, hüquq bəşər istəyirəm, demokrasi istəyirəm, bunlardan qəhrəman çıxmaz. Savadlı insanlardan ki deyirlər, yox, dünya elədi, dünya belədi, insanlıq elədi, insanlıq belə, bunlardan qəhrəman çıxmaz. Qəhrəman kimdən çıxar? Qəhrəman o adamdan çıxar ki, deyər, mən öldürəcəyəm, bu insanları öldürəcəyəm. Öləcəyəm. Qəhrəman bundan çıxar. Nə üçün? Millətim üçün. Nə üçün? Dövlət qurmaq üçün. Nə üçün? Vətənimdə özümün dövlətim olsun. Nə üçün? Hətta diktatorluq quracağam, amma öz vətənimə, öz millətimə dövlətim olacaq. Adam hesab olacağam, dilənçi olmayacağam. Baxın, ondan sonra qalan hamısı, bunların, mən bir işlə də səs doldurmuşam, qoymuşam, baxın bir, ədalət, hüquq-i bəşər, qanun, yalvarmaq, qanun əsası, bunların hamısı zəiflərin, dilənçilərin, güclülərdən yalvarıb, ağlayıb aldıqları səhmidir. Ədalət adında bir şey yoxdur. Sənin zorun varsa, istədiğin ədalətdir. Zorun yoxsa, var əlində olan ədalətsizlikdir. Niyə sənin suyun olsun, Urmu gölün olsun, onun İsfahanda suyu olmasın? Niyə sənin toprağında mədənin olsun, onun orada karxanası işləməsin? Niyə karxananı sənin torpağında qoymayıbdır? Axı belə bunu düşün da. Dəmiri, misi, alüminyumu sənin torpağından çıxadır. Karxana oradadır.
Karxana İsfahandadır, Simnandadır, Gəzdidədir, Kirmandadır, Kaşandadır, Tehrandadır. Niyə bu cürdür? Niyə belədir? Çünki sənin və mənim beynim müstəmirədir. Baxın, toprağımız müstəmirə deyil. Zehnimiz müstəmirədir. Zehnimiz müstəmirə olmasaydı, ölərdik vətən üçün. Millət üçün ölərdik, öldürərdik. 2 nəfər öldürərdik, 1 nəfər ölərdik. Mən o günkü danışqahın qabağında, Təbriz danışqahın qabağında töküldülər, məni öldürürdülər, döyürdülər. 18 nəfər, 20 nəfər adam polis öldürürdü. Heç əlimdə silahım yox idi. Dedim, özümdə əfsus edirdim, ey Allah, nə olardı, mənim əlimdə bir bıçaq olaydı. Yanımcan kaş xudqar yerinə bir bıçaq daşıyırdım. Heç olmasa mən bunlardan ikisini yaralardım. Neyiniyim? Əlimdə bir xudnevis var idi. Mənim daimən xudnevisim olardı. Onu da ustadım vermişdi. Dr. Mehdi Məhsəniyan Rad vermişdi. Mən ona bir təhqiq eləmişdim. Pulunu almışdım o təhqiqdə şirkət elədiyim üçün. Bir dana da caizə vermişdi. Bir dana şey vermişdi. Bir xudnevis, Parker. Nəhayətdə əl elədim, Parkeri çıxartdım. Onun başı ilə bunları yaraladım. Dadgahda gedin pərvəndələrə baxın. Deyiblər ki, İnsaf Əli Hidayətin əlində silah var idi. Bizi silahla yaralırdı. Və o parçer qələmi tapmadılar. Çünki o polislər o parçer qələmə acıdılar. O parçer qələmi də özləri ilə götürdülər aparla, o silahı qoymadılar ora. Demirəm mən, baxın mən dedim, mən qəhrəman deyiləm. Mən hüquqi bəşərçiyəm. Yəni məndən millətə fədai çıxmaz. O zaman fədai çıxar ki, deyəm, mən hazırəm, öldürəm. Mən adam öldürməkdən qorxmayacağam. Kürt niyə qəhrəman olur? Çünki adam öldürür. Fars niyə qəhrəmandır? Çünki adam öldürür. Ağa, adın qanun qoyur öldürür. Adam öldürmək da o qanun adam öldürür. Mən adamam ba. Bu günləri Əl-Əhvazda ölənlər adamdılar. Adam. Onları Fars öldürür bugün. Qəhrəman olur. Caiz alacaq. Hamısı sabah caiz alacaq. Hamısı 2 ayının hüququnu alacaqlar. Hamısı milyonlar pul alacaqlar, qoyacaqlar evlərinə. Fərmandehləri. Aşağı sərbazlar da təşviqi mürəxəs alacaqlar. Hərəsi 5 gün ta 10 gün. Niyə? Çünki mən özüm Niru İntizamidə xidmət eləmişəm, lojistikli olurdum. Təşviq eləyəndə bir nəfəri təşviq elərlər, tənbih eləyəndə çoxu tənbih elərlər. Bir sərbaz ki gedirdi, bir şücaət elirdi məsələn, onu götürdük, yazırdıq. Sən getginə mürəxəsiyə 7 gün, 5 gün. Sən filan işi gördün. Fərmandehə də pul yazarlar. 2 ayının hüququnu yazarlar. Təşviq olsun. Biz neyinirik? Biz əsli düşmənimiz Farsdır, İrandır, onu qoymuşuq yazmış Kürtdən. 4 dana Kürt gəlibdir, bizim Urmiyə yetişib. Ərdəbil, ağa gəlsin yetişsin. Gəlsin girsin mənim toprağıma. Biz gəlmişik, girmişik Kanadaya. Kanada bizim olmadı ki. Gücün olsa, sənin olar. Gücün olmasa, torpağı əldən verərsən. Dilənçi bir millət əldən verəcək. Biz dilənçi millətik. Tehran gəlsin, Kürtləri qoymasın bura, Kürtlər niyə gəlirlər bura, Farslar qoymasınlar, dövlət qoy. Dilənçi millət belə olar. Aciz bir millət belə olar. Bədbəxt bir millət belə olar. Təslim olmuş bir millət belə olar. Şikəst yemiş bir millət belə olar. Ruhiyyəsini əldən vermiş bir millət belə olar. Bizim şəhərlərimiz Fars mücəssəmələri ilə doludur. Fars yazılarıyla doludur. Hangi məğazənin şüşəsi sınıbdır, hangi tabloyu sındırmışıq ki, burada Fars yazıbdır. Bu mücəssəmələrin hangisini partlatmışıq, hangisini sındırmışıq, hangisini qərə rəng atmışıq, qırmızı rəng atmışıq ki, bu bizim deyil. Bu qədər bədbəxt bir millətik biz. Niyə özümüzün qoltuğumuza şey verək? Neçə nəfərimiz tutulublar buna görə ki, Hafizin, Firdosinin, Sədinin, filankəsin, mücəssəməsini sındıranda, filankəsin əksinə yandıranda tutulublar. Mübarizə o deyil ki, orada yazan nə mutlu mənə türk deyənə. Nə mutlu türk deyənə. Bu mübarizə deyil. Mübarizə odur ki, getirəsən, onu yandırasan, onu sındırasan, deyəsən mən türkəm.
Bura Türk vətənidir. Bizə əyri örc ediblər. Biz deyirik, bacı, hə, orada bir türkçü dilində bir şey yazdıq, yapışdırdıq. Əcəb, mən türkçiyəm, Azərbaycancıyəm, millətçiyəm. Yox, biz deyilik. Sən düşmənə nə zərər vurmuşsan? Onu de. Düşməndən nə öldürmüsən? Onu de. Hangi mücəssəməni, hangi xiyabandakı tabloyu, hangi bir şeyi ki, farslara aiddir, ora zərər vermişsən? Bir belə həkər var. Azərbaycanda həkər var. Siz deyin ki, bir dana fars bankına bunlar zərər veriblər. Bir dana fars şirkətinə zərər veriblər. Farsların hesabların, bank hesablarına əl atıblar, oradan pulları çıxadarlar, tökərlər Azərbaycan hesabına. Sistemi bankını, sistemi idarəni fələc eləyiblər. Bu günləri, məsələn, həkərlər bu günləri İran bahlarından, Fars bahlarından bir 100 milyard tümən göndərirlər Ərəbistanın o ac qalan insanlarına, susuz qalan insanlarına. Onlara bir qətrə, axı, tohin belə həddi var. Adama tohin elərlər, tohin elərlər. Adama deyərlər, nənən, bacın. Adama gəlib bir şüşə su verib tohin eləməzlər. Bir şüşə suyla biz insanlara tohin edirik. Abi mədəni veririk. Elə bir böyük bir iş görmüşük biz. Sən düşmənivin yanında durmuşsan, etirazı eləyənə deyirsən, otur yerə, sənə mən bir tikə su verirəm, zəhrimar elə, dərddən otur yerə. Bizim məsəlimiz var, deyir ki, başımı sındırır, əlimə şokolad verir. Biz Farsın yanında indi durmuşuq. Bu vaqiyyəti qəbul edək, biz Farsın quyruğu yox. Biz Farsın quyruğu, Farsın quyruğunu ayaqlayanda biz qalxırıq. Biz Türk milləti olaraq İranda Farsın quyruğu yox. Biz Farsdan dilənirik. Vay olsun bizə. Bədbəxt bir millət ox. Bədbəxt bir millət ox. Gəlin kitab oxumayaq, gəlin oturaq, danışaq, gəlin gedək Farsların kitabını oxuyaq, Rusların kitabını oxuyaq, Ermənilərin kitabını, Türk kitabı oxumayaq. Türklər yazan kitabları oxumayaq. Çünki onu ayrılıq. Onda bildik ki, dilənçi yox. Azərbaycanlılar qəhrəman millət idi. O zaman ki, dünyanı almağa çıxırdı. Qılıncı bağlırdı belinə, qabağına gələn əgər zor desəydi, öldürürdü. Dostlar, yenə təkrar edirəm. Haqq adında, ədalət adında, demokrasi adında, hüquq bəşər adında bir şeylər zəiflərindir, dilənçilərindir. Zorlular istəsələr bunlardan biraz verərlər. Farslar əgər istəsələr zorludular, sabahları bizə dil verəcəklər. Farslar əgər istəsələr zorludular, sabahları bizə vətənimizdə bir haqq verərlər. İstəsələr bizə bir qanun verərlər, özümüzün haqqımız olur. Zorludular. Biz nə yox, dilənçi yox, biz onlardan yalvarırıq. Mən ağlaram, Urmu gölünü doldururam, sən ora su vermə. Şuarımız bizim budur. Bu qədər bədbəxt bir millət o. Heyf olsun Səfəvilərə, heyf olsun Səlcuqlara, heyf olsun Qəznəvilərə, heyf olsun Qacarlara. Bizim dədələrimizə heyf olsun. Bizim kimi qeyrətsiz, özgə millətinin qulu olan, nökəri olan bir evlatları olduğu üçün onlara yazıq olsun. Bizi hangi toxumla əkiblər? Ki biz vətən ziddi, millət ziddi, düşmənin gözəl nökəri. Ağa bir nökər var, lağəl, doyun qarın yiyər, biz o qədər də yemirik bu məmləkətdə. Bizim insanlarımız ac, qoltuğumuza qarpız verirlər, bizi minirlər. Noxtanı vururlar, minirlər. Biz minih verən bir eşkək millətuq. Gedin ağa Nayrahand olun. Gedin Nayrahand olun. Gedin şikayət eləyin. Bizə niyə eşkək deyiblər? Çünki biz eşkəkliği başarırıq. Biz minih veririk. Ağa minih verən adama eşkək deyirlər. Ondan yaxşı ad bizə nə yaraşır? Biz minih vermirik. 100 ildir bizi miniblər. 100 ildir hökumətimizi əlimizdən alıblar. Biz minih vermişik, razı olmuşuq Farslara.
Hökumətimizi əlimizdən vermişik, farsların hökumətinə keçmişik. Bundan eşcək dahi nə olar? 4 nəslimiz eşcək yaşayıbdır. Düşünmədən yaşayıbdır. Beynin kiraya verib, kiraya da verməyib. Kaş kiraya verəydi. Sonra çıxada bilərdi. Beynin veribdi Farsa. Fars ona deyir ki, Kürt sənin düşmənindir. Şumallı sənin düşmənindir. Biz də onu gedirik, onunla savaşırıq. Bundan savaşırıq. Nə var? Astaranı onlar əllərinə alırlar. Bunlar da Urmiyə gələrlər, yerləşərlər. Nümayəndələri olar şeydə. Şurada. Yox, onların nümayəndəsi olmasın şurada. Bizi bu oyunlara salıblar. Bizi böyük nəxşəni görməməyə salıblar. Biz nəxşə gördüyümüz budur ki, Kürdün orada Ərdəbildə 2000 dana Kürd işdir. Ərdəbildə 100.000 dana Kürd geçsin. Kürdistan sən boşalsın, gəlsin Azərbaycana, Kürdistan qalsın mənə. Sənin əqlin olsun, get Kürdistanı işğal elə. Get torpağını al, orada sən deyirsən, sınandaş deyincə, get oradan torpağı al. Mən dilimi bir belə çıxartdım, adamlarla görüşdüm, ağa gəlin, mübarizə siyasını qət eləyin siz. Xanım gəlin, siyasi mübarizəni qət eləyin, gedin siz Kürdistanda əmlakı atın, yerləri satın xaricədə olan Azərbaycanlılara. O Kürdlər oradan köçməyə məcburdular. Onların kətlərindəki yerlərin şəhərə getməyin. Şəhərlərlə işiniz olmasın. Kətdəki yerlərini alın, bağların, dərələrin, dağların, zəmilərini alın, satın bizlərə. Qəbaləsi bizim olsun. Qutuldu ciddi. Mənim şəhərlə nə işim var? Şəhər bir məmləkətin bir qarıcı şəhərdir, qalanı o böyüklükdə məmləkətin hamısı kətdir, dağdır, dərədir. Sən o kəndi alacaqsan, torpağı alacaqsan. Onun stratejisi. Lağəl bunları bilək. Sonra deyirlər bizə niyə eşcək deyirlər. Eşcək deyiblər mənə bəh deyibdir. Neynəmirsən? Eşcək deyiblər sizə dəh deyib. 40 il, 100 il sizə eşcək deyiblər. Neynəmirsiniz? Yaxşı, tamam. Bir dana şıllaq atmışsınız. Ey milləti Azərbaycan, bir dana şıllaq atmışsınız varsa. Ruslar gəlməsəydilər, Təbrizdə dövlət quramı, Təbriz təslim şəhəridir. Təbriz tarixdə savaşmayıbdır. Ağa, Təbrizə gözünüzü tikməyin. Hər kəs Təbrizə gözün tiksə ki, Təbrizdən bizə bir şey çıxacaqdır. Təbrizin məktəbi təslimdir. Təbriz tarix boyu bir dəfə savaşmayıbdır. Düşmən uzaqdan gələndən Təbriz təslim olub gedib qabağına. O ki Təbriz adına savaşıbdır. Hətta Səttarxan Qəradağlıdır, Təbrizi deyil. Təbrizdə bir şey yox. Təbrizin məktəbi təslimdir. Əgər bir şey çıxsa Azərbaycan üçün, Təbrizdən çıxmayacaq. Mütləqa Təbrizdən çıxmayacaq. Təbrizliləşən insanlardan heç zat çıxmayacaq. O adamlardan bir şey çıxacaq ki, ya Ərdəbillidirlər, ya Zəncanlıdırlar, ya Qərbi Azərbaycanlıdırlar, ya Qəradağlıdırlar. Yəni siz umudunuzu bağlayasınız, Təbriz... Ağa, bundan acı bir şey yoxdur. Təbriz tarixdə savaşmayıbdır. Təbrizin adamları hangi hökumət gəlsə ona palan olarlar. Min məni. Eşçək olarlar, min məni. Siz Təbrizdən bir dana alim görsədin, bir dana alim. Təbrizli alim. Qəradağlı, Ərdəbilli, Urmiyəli yox. Bir dana Təbrizli alim görsədin ki, tarix boyu, keçən 10.000 ildə ya savaşıblar, ya milləti savaşa hazır ediblər düşmənin qarşısında. Təbriz, düşmən 50 kilometrdə olanda təslim pərçəmin qozar, gedər qabağına, biz sizin nökərizuq, nə istəyirsiniz? Sərbaz istəyirsiniz, veririk. Qız istəyirsiniz, veririk. Gəlib girib arvadlarımıza təcavüz eləməyin. Cavan qızlarımızı verəcək sizə. Nə məktəbi Təbriz? Niyə özümüzü tuğuluruq? Təbrizdən inqilabi çıxmaz. İnqilab çıxmaz. Təbriz paytaxt ola bilər. Urmiyə paytaxt ola bilər.
Təbriz paytaxt ola bilər. Çünki paytaxt belə bir adamların yeridir. Siyasi bir adamların yeridir ki, hər gələn eşçəyə palan olalar. Ya da eşçək olalar. Təbrizdən fikir çıxmaz. Təbrizdən bir şey çıxmaz. Təbrizdən hərəkət çıxmaz. Təbrizdən istiqlal çıxmaz. Təbrizlilərə gözünüzü tikən millət. Ac qalacaqsınız. Təbrizdə olan fərhəng təslimdir. Dilənçilik təslimidir. İdarəçilik sistemidir. Təbrizdə biz idarədə qalaq, rejim dəyişsin, biz idarədə qalaq. Ağa 700 il, 800 bəzi ailələrin orada sabiqələri var Təbrizdə. Təbailər deyin, Mevlanalar deyin, Sədəqiyyanilər deyin, şeylər deyin, nə deyin? Kəhnəmuyilər deyin, Xosro Şahilər deyin. Bunlardan bir şey çıxmaz. Bunlara göz dikməyin. Bunlardan sizə inqilab verən çıxmaz. Bunların Allahı özlərini qorumaq, idarə sistemində yerləri olmaq, pulların üstünə pul qıramaqdır. Lazım olanda biraz sizi, məni soyacaqlar, düşmənə pul verəcəklər. Onun üçün də bu cürdür. Baxın, Təbrizdən ildəki büdcəni verəni məsrəf eləməz. Mədrəsəsinin büdcəsini mədrəsəyə xərcləməz, suyunun büdcəsini suyuna xərcləməz, xiyabanının büdcəsini xiyabanına xərcləməz, şəhərdarinin büdcəsini şəhərdariyə xərcləməz, metrosunun büdcəsini metrosununa xərcləməz, ağacının büdcəsini ağacına xərcləməz. Göndərər Tehrana, siz xərcləyin. Siz xərcləyin. Ağa 40 ildir. İranın milləti az qalıb 3 bərabər olsun. Təbrizin milləti hala aynı millətdir. Yəni bu qədər xəsisdir Təbriz. Təbrizli bir insan bu qədər xəsisdir. 30 ildir İranın 30 milyon cəmiyyəti keçən 50-42 ildə. İnqilabda 32 milyon, 33 milyon, 35 milyon cəmiyyət var idi. İndi 90 milyon olan İranda Təbrizin milləti inqilabda deyirlər 1 milyon, indi deyirlər 1 milyon. Amma biz bilirik ki, Təbrizin özü 10 bərabərdən çox olubdur inqilabdan görə. Ətrafında da şəhərçilər var ki, hərəsi bir Təbrizdən yekədir. Siz buradan nə gözlürsünüz? Bir şəhər ki, onun adamları öz amarın, öz tedadı nüfusun 40 ildə həman saxlaya, dövlətə görsətməyək ki, biz çoxalmışıq. Bir şəhər ki, ildə 300 min canı cavanı, işləyəni pullusu, savadlısı, düşüncəlisi ki, bu şəhəri qovzayacaq, aparacaq qabağa. Bu vətəni vətən eləyəcək. Onlar köçələr buradan gedərlər və o şəhər dinməyə, siz bu şəhərdən nə umut kəsirsiniz? Nə mənə umursan buradan? Hangi bax, burada necə umma bilirsən? Mən Təbrizdə yekəlmişəm. Mənim ömrümün hamısı Təbrizdə geçibdir. Təbrizdə bu günləri milli fəallar ki çalışırlar, doğru milli fəallar, xiyabana gedənlər, savaşanlar, heç birisi Təbrizli deyil. Heç birisi Təbrizli deyil. Hamısı köçmədir. Hamısı köçmədir. Mütəəssifanə Təbriziləşirlər. Təbriziləşməyin əlaməti nədir? Farsı danışmaqdır. Baxın, pan-İranismi, pan-farsisini Təbrizlilər eləyiblər. Urmiyyəllər, Ərdəbillər, Zəncanlar, Qəzvinlər, Həmədanlar eləməyiblər. Qərədağlılar eləməyiblər. Təbrizlilər fars dilin rəsmi dil, pan-İranistlikli rəsmi fikir eləyiblər. Çünki Təbrizlilər hangi sistem gəlsə biz onun nökəri yox. O kişi deyirlər, onu nisbət verirlər Qacara, yalan sözdür, amma deyirlər, hər halda məsələ düzdür. Deyir ki, badımcan bişiribdir, şah çox xoşuna gəlir, qərə badımcan. Bişiribdir, şahın çox xoşuna gəlir. O zaman qərə badımcan yox idi, ha bunu deyim, ona görə yalancığı buna görə deyim. Çünki çox şeylər bizim torpaqlarımızda olmazdı. Məsələn, tutun bizim torpaqlarımızda olmazdı. Bu Amerikadan gəlmə bir şeydir. Yer alma, Amerikadan gəlmək bir şeydir. Qırmızı badımcan, Amerikadan gəlmək bir şeydir. Bizim torpaqlarımızda olmazdı bunlar. Yox idi. Deyir ki,
qərə badımcan bişirir şaha. Şah yeyir, çox xoşu gəlir. Tərif eləyir, biraz da aşpəz başına, biraz da şey verir, aşçı başına, biraz da ənam verir. Birazdan sonra şah yenə də əlaqə, xoş, məsələn, şey olur, bu deyir ki, mən, bu aşpəz deyir ki, mən şahın xoşuna gəldi, bir də bişirin, bir də ənam alım. Bir də bişir, aparır, şahın çox acısı gəlir, acığı gəlir. Şah deyir ki, oğlum, bu nədir, geçən dəfə, deyir, qurban, geçən dəfə çox tərif elədin, filandır, indi deyirəm, acığım gəlir, çox bunun pislərini deyirsən. Deyir ki, qurban, mən sənin nökərindən, mən badımcanın nökəri deyərəm ki, indi də Təbriz milləti, Təbrizli, baxın, Təbriz kültürü, Təbriz fərhəngi, Təbriz məktəbi dedikləri bir şey, təslim məktəbidir. Hər kəs gəlir, gəlsin, mən onun nökəriyəm, mən şeyin nökər deyiləm ki. Azadlıq, hüquq, insaniyyət, türk, mən bunları bilmərəm. Fars gəlir, Farsda pul var, mən onun nökəri olacağam. Ermənidə pul olsa onun nökəri olacağam. Yahudidə pul olsa onun olacağam. Amerikada da olsa onun olacağam. Bu kitab ki oxuyuram, bu günləri oxumadım. Bu kitabda deyir ki, İngilislərin əxlaqları çox pisdir. İnsani əxlaqları çox pisdir. Amma vətən əxlaqları doğrudur. Deyir ki, Dünya Savaşının, 2-ci Dünya Savaşında və 1-ci Dünya Savaşında bunların içindən bir dənə casus çıxmadı ki, öz torpaqlarının zərəlinə Almanların oradan, buradan pul alsınlar, öz torpaqlarına xiyanət eləsinlər. Amma türklərin içindən milyonlar nəfər çıxdı ki, minlər nəfər çıxdı ki, bir dənə barakəllaha gəlib bizim bir şəhrimizi yandırdılar. Xameneyi bir barakəllah deyəcəkdə adam gəlir, bizim şəhərimizi verir olur. Bizim varlığımızı verir. Biz belə bir, nədən mən bilmirəm, bu Təbrizi biz getitmişik başımıza. Vallah, billah, Təbriz iftixar eləməli şəhər deyil. Nə şəhərliği düzəməli şəhərdir, nə milləti ki, orada Təbrizli adına yaşayan, köşərlərdən danışmıram. Çünki indi dedim, pan-İranistlığı və pan-farslığı Təbriz bizə təhmil edildi. Siz Zəncanlı, Qəzvinli, Həmədanlı, Ərdəbilli, Muğanlı, Qərədağlı, Şəbistərli bir nəfər tapanmasınız ki, pan-farsismə görə, pan-İranismə görə yazı yazmış olsun. Bunu təbliğ eləmiş olsun. Oradan çörək alsın, yesin və desin, tamam. Bizim tariximizdə Təbrizdən çıxıblarımız. Kəsrəvi Təbrizlidir. Təğizadə Təbrizlidir. Filan kəs Təbrizlidir. Təbai Təbrizlidir. Filan, ablarımız Təbrizlidir. Bir dənə də Ərdəbilli görsədin. Bir dənə də Qəzvinli görsədin. Bir dənə də Zəncanlı görsədin. Bir dənə də Qəşqaylı görsədin. Bir dənə də Türkəmən görsədin. Ki bunlar da gəlsən pan-fars olsunlar. Pan-İranist olsunlar. Bunu ideoloji eləsinlər. Görənməsiz. Görənməsiz, qardaş, görənməsiz. Fərhəngi Təbriz, fərhəngi mastumali farsça. Sözləri çox acıdır. Türkçə bazarda sözlər işlədi. Mən onları işlədə bilmərəm. Amma dəsmal götürüblər filan yeri yalırlar. Bir nəfər mənə zindandan çıxmışdım. Gəlmişdi görüşümə. Çox hörmətli bir insan. Mənə dedi ki, çox üzr istəyirəm dostlar, bağışlayın. Adını deməyəcəm amma. Dedi, oğlan öp da, filan yerini öp. Oranı öp, bağla ağzın toxlu olmayacaqdı ki, öp. Öp, işin geçsin qabağa. Biz bu millətik. Biz bu millətik. Bizi belə geçərlidir. İçindən 2 nəfər inqilabimiz çıxar. İnsafəli, Çehriqanlı, Obalı, Həsən, Hüseyin, Kazım. Heç birisi Təbrizli deyil. Siz bunlardan birini tapın, Təbrizlidir. Bunlar iki siyasi pənahəndə olublar. Heç birisi Təbrizli deyil. Təbrizlər ya pulla gəliblər, ya da yalandan gəliblər. Ya da əslən gəlməzlər. Təbrizlirin nə işi var? Gələ xariciyə. Pənahəndə ola. Çünki Təbrizli gedər Tehrana, gedər Şiraza, gedər İsfahana, sərmayəsini aparır ora.
Qəradağlının nə sərmayəsi var gətirə Tehrana? Qəradağlının Tehranda yeri yoxdur. Gedir onlar hambal. Nəqqaş, çörəkçi. Daimən tohin, təhqir altında qalar. Xalxaldan siz bir nəfər tapanmazsınız, oradan panfar çıxmaz. Oradan paniranis çıxmaz xalxaldan dostum. Ən böyük panfarsı xalxalın pişəvəridir. Pişəvəri ən böyük panfarsıdır. Ağa, milli hökumət qurubdur. Sonunda milli hökumət qurubdur. Təbrizinin başına nə oyun gətir? Ağa, gedib məclisə panfars olubdur. Yəni nə mənə beləsi panfars olubdur. İranı düşünürdü. Deyirdi bəlkə Türk olaraq İranı əlinə ala bilər. Axa, bu İranı bizim dədələrimiz alıblar, bugünkü İranı Səfəvilər alıblar, sonra da bunu Nadir saxlayıb, sonra da Qacar saxlayıbdı. Farsların burada rolu olmayıb, yeri olmayıbdı. Pişəbəri də deyirdi bəlkə buranın bütünlüyünə saxlaya bilər. Bir zaman türklər güclənərlər, silah əllərinə keçər, ordu əllərinə keçər, eləyə bilərlər, alarlar əllərinə. O günəcən məclisə gedinəcən Farsı yazırdı, İran düşünürdü, Fars düşünürdü. Elə ki məclisə getdi, məclisdə bunu dedilər, ağa səndən nümayəndə çıxmaz. Sən Təbrizli deyilsən, sən xalxallısan, səndən nümayəndə çıxmaz. Sən gələrsən bura xıyanət elərsən bizə, altdan. Qeytərdilər, qeyddi, oradan Təbrizə dönüncən Azərbaycançı oldu. Türkçü olmadı. Diqqət buyurun. Pişəvəri türkçü deyildi. Pişəvəri Azərbaycançı idi. Hətta son günədəcən bu cəsarəti özünə vermədi ki, ya Azərbaycanı mən müstəqil edirəm. Yox, Azərbaycan iyalətdir İrandan. Vəli xiyanət eləmədi, ağa, nəhayəti budur ki, xiyanət eləmədi. Amma Təbrizlər xiyanət elərlər Azərbaycana. Türkə. Baxın, Osmanlı ilə Səfəvinin savaşında Təbrizin rolunu siz görün. 4 dəfə, 5 dəfə əldən ələ geçibdi. Nə bu öldürüb, nə o öldürüb. Təbrizdə heç kəs olmur, heç zət olmurdu. Çünki Təbrizli başarır ki, dünənəcən çıxa xiyabana deyək ki, Səfəvi, bu günləri çıxa deyək ki, Osmanlı. Təbriz cəmiyyətini başarır. Genə dedim, bir Təbrizli var, bir də Təbrizdə köçər var. Köçərlər yox. Köçərlər Təbrizi deyirlər. Onları mənim 50 ildir Təbrizdə yaşıram. 50 il, 48 ildir Təbrizli idim. Mən Təbrizdə olmamışam. Mənim dilim Təbrizli deyil, ləhcəm. Təbrizlilər tamam bizim kətlilərimizi, türkləri məsxərə elərdilər. Bazarda. Mənim nənəm şəltə ilə gedərdi. Ay kətdi, şəltəni getdi. Təbrizlilər tamamen Fars sisteminin özüdür. Azəri teorisini Təbriz çıxadıbdır. Paniranismi Təbriz çıxadıbdır. Bir heyvan var. Səməndər deyirlər, nə deyirlər bilmirəm adını, Farsça. Türkçədə bilmirəm adını. Bunu bir dənə nəqqaşı çəkin 100 rəng. Qoyun onun üstündən 100 rəngə çönər. Buna görə ki, tanınması, özünün mühiti ilə şeyləsin. Təbrizlər 100 rəngə çevirərlər. 100 rəngə. Həman Təbrizlilər dedilər ki, Şah pişəvərini qeydəndə, pişəvərini şikəst yiyəndən sonra, Şah gələndə adamı xiyabanda başını kəsdilər Təbrizlilər. Həman adamdılar ki, kitablara özləri apardılar, orada tökdülər, yandırdılar, şokolata aldılar, yedilər. Həman adamlardılar ki, kitabı yandırdıqca şəpəlaq çalır, çəpik çalırdılar. Təbrizlər olardılar. Əgər o kitabdan 2-3 dənə qalır, onlar Təbrizlilər saxlamayıblar, onları Qəradağlılar, filanlar saxlayıblar. Urumlu dostum,
Ərsəlan bəy, acı sözləri demək dalısındayım. Acı şeyləri demək dalısındayım. O şey ki, buradan bizi toğulayıblər, qoltuğumuza qarpız veriblər, ağzımıza noxta vurublar, onun dalısından getmək. Onun dalısından deyəm ki, niyə bizə eşşək deyiblər, niyə eşşək yox? Eşşəklığımızı gərək biz görsədək. Eşşəyin bizdən nə fərqi var? Minik verir, hər kəs minsin. Bizi də 100 ildir minirlər. Rıza Şah minib dinməmişik, Məhəmməd Rıza minib dinməmişik, nümayəndələr miniblər dinməmişik, Cumhur İslami minib dinməmişik, Xümeyni minib dinməmişik, Xameneyi minib dinməmişik, nümayəndələr miniblər dinməmişik, Şurayı Şəhər minib dinməmişik, bu ustandar minib dinməmişik, o ustandar minib dinməmişik, Fars dili minib dinməmişik, şiəlik girib canımıza belə bizi minibdi dinməmişik. Biz hələ şiəli olmağa iftixar edirik. Minlər kitab yazmış. Dilimizi saxlayın. Sən dilimi saxlamayaydın mənim. Sən Nohə yazıb mənim dilimi saxlamayaydın. Sən məni paniranist eləmsən. Nohə yazmaq. Şiə olmaq, yəni paniranist olmaq. Yəni panfars olmaq. Ağa, panfarsın qibləsi. Hər bir dinin bir qıblası var. İslamın qıblası Məkkədir. Məsihiyyətin qıblası Beytülmüqəddəsdir. Rus Məsihiyyətin qıblası da Rusiyada, Moskovdadır. Yahudilərin qıblası Beytülmüqəddəsdir. Urşəlimdir, Beytülmüqəddəsdir. Onların özünün adı var. Siklərin qıblası filan yerdir. Hinduların qıblası filan yerdir. Japonların qıblası filan yerdir. Şiəliğin qıblası haradır? Şiəliğin qıblası panfarsizm, paniranizm, Qum. Niyə panfarsizm, niyə paniranizm, niyə Qum? Çünki bunların üçü də Sasani dövrünün, Farsın miraslarıdır. İndi sən şiə ol. Şiəliğin anlamı budur ki, ağa, Təbrizli Bəhai, Türk Bəhai, hər yerdən o Qəradağda olan Bəhai. Bunların məbədi İrandır. Siz bir dana Bəhai tapanmazsınız ki, deyə mən İranlı deyiləm, Azərbaycanlıyam və Türkəm. Tapanmazsınız. Bir dana Bəhai tapılmaz. Çünki Şirazdır onun mərkəzi. Hər dilin bir qıblası var. Sənin qıblan haradır? Hara namaz qılırsan? Hara oruç tutursan? Hara sənin siyasi qıblandı? Hara sənin ictimai qıblandı? Hara sənin din qıblandı? Hara sənin dil qıblandı? Farsistan. Xoşun gəlmir, qulaq asma, get. Acı sözdür bunlar. Bunlar çox acıdır. Bunları sizə deməyəcəklər. Çünki sizin qoltuğunuza gərək qoyalar, sizdən follower yığalar. Mən istəmirəm. Mən follower istəmirəm, ağa. İndiyəcən yox muydu? İndi də istəmirəm. Mən acı söz deyirəm, istəmirəm. Mənim hər kəs gələ məndən danışa, xətərdədir. Niyə? Çünki mən xətərli adamım. Çünki mən Təbrizli deyirəm, ağa. Mən Təbrizli deyirəm, Təbrizli düşünmürəm. Mən mənafeyimi düşünməmişəm ömrümdə. Mən insanlara etimad edirəm. Bir gün mənim bir dostum var, tələbiyəm o zaman. Adı yadımda deyir, şöhrəti Rıza idi. Fikrim Qulam Hüseyin idi ya, nə idi? Gəldi mənə dedi ki, biz Zəfəraniyyənin üstündə bir yer var, onu alırıq. Şərik olursan, bir dana morğudarı var, alırıq. Şərik olursan, Rəcai dövləti zamanı idi. Mən arvadımın əlindən tamam qızılların başından, üstündən çıxartdım, bir dana üzük saxladım. Həlqə. Qalanını satdım, verdim adama, şərik oldum. Adam mən zindana düşəndən sonra yox oldu. Pulları da yedi, yerləri də yedi, hər şeyi yedi. Niyə? Təbrizli idi. Mən Təbrizli deyiləm. Mən Təbrizli deyiləm. Təbrizli olmaq mənə iftixar deyil. Mən Qəradağlıyam. Tamam, mən Təbrizdə yekəlmişəm, inkar eləmirəm. Orada boya başa tartmışam. Amma mən Təbrizdən fikir almamışam. Mən Təbrizdən fikir almamışam. Mənim əgər fikrim var, Qəradağdandır. Mənim əgər fikrim var, Ərdəbildəndir.
Mənim əgər fikrim var, Qəzvindəndir. Mənim əgər fikrim var, ayrı bir yerdəndir, Zəncandandır. Siz Təbrizdə fikir görməsiniz. Təbrizdə fikir yoxdur. Təbrizçilər tocihçidirlər, təfsirçidirlər. Yaxçı qoyarsan Quranı təfsir elərlər. Yəni nə mənə? Yəni bunun üstündə, bu sözün üstündə 10 saat danışsın. Əllamə Təbai böyük bir insandır. Mən mötəqidəm, şəxsən mötəqidəm. Əllamə Təbainin, Cəfəri Subhaninin, nədir? O Əllamə Cəfərinin. Bunların kitablarını biz yenidən oxumalıyıq. Bir şeylər düşünməliyik. Çünki onlar onun içində bir fəlsəfə gizlədiblər. Amma bunun içində siz fəlsəfə əlbəttə millətdə olar, bunu deyim. Hər millətin özünün fəlsəfəsi var. Necə dili var? Necə dini var? Baxın, İslam dini, Şiə. Niyə Dünənəcan Qacarın sonuna qədər, diqqət buyurun, Qacarın sonuna qədər Səfəvi və Türk Şiəsi, farslar bizim başımıza yıxmasın. Biz Nəcəfə baxardıq, Kərbəliyə baxardıq, qum yox idi. Qum yox idi. Qacar imperatorluğuna qədər İranda yaşayan Türklər, yəni Qacar imperatorluğunun, Nadir imperatorluğunun, Səfəvi imperatorluğunun Şiəsi Nəcəfə baxardı, Kərbəliyə baxardı. Rıza Şahdan bu günə quma baxar, Xorasana baxar. Qıbla dəyişdirdi. Qıbla dəyişdirdi. Təbriz bunu tocih elər. Təbriz mollası, Təbriz ayətullahı, Təbriz fəlsəfəsi gələr deyər ki, bəli, Allah belə dediyi üçün belə ola bilər. Biz də qumdan, daha bundan bizə Nəcəfə getməyəcəyik, Nəcəf mollaları ilə, ayətullahlarla işimiz yoxdur. Çünki onlar vilayət fəqihi qəbul eləmirlər, biz vilayət fəqihi qəbul eləyəcəyik. Şəriət mədarı ən son ayətullah idi ki, qəbul eləmədi vilayət fəqihi, yəni Farsın qıblasın, özü qumda qıblaşmağa başladı. Amma qəbul eləmədi, Farslar onu abrısız eləyərək, millətin qabağında şapalaqlayaraq, televizyonda şapalaqlayaraq, Farsın bir mollası, bir ayaq altında acıdır. Çox acıdır. Ağlamayım deyirəm mən. Ağlamayım deyirəm. Şəriət mədarini birdən çox acıdır. Təbrizdə bu qeyrətsizlik, Şəhriyar necə bu şəhəri təvsif edir mən bilmirəm. Şəhriyarın başına hangi tacı vurdu Təbriz mən bilmirəm. Şəriət mədarını Meşgininin damadı ki, hələ mollatılıq dövrəsində çox qalırdı ola molla. Hələ Şərhülüməni oxumamışdı bəlkə də. Televizyonda şapalaq vurdu. Ondan etiraf aldı. Onu evində zindan elədi. Niyə? Çünki düzdür qumda mədrəsə açmışdı, amma qıblasını qəbul eləmirdi. Vilayət fəqihi qəbul eləmirdi. Farsın üstünlüğün qəbul eləmirdi. Şəriət mədarı haralıdır? Təbrizli deyil. Mən inanmıram. Hər kəs özü də desə mən Təbrizliyəm, Təbrizli deyil. Toxumu bir ayrı yerdən gəlməli. Dostlar, bir acı sözlə deyirəm, qutaram. Çox uzun oldu. 2 saatlıq bir şey oldu fikirlə. 2 saatlıq hərbə bir şey oldu. Təbrizin fikri və toxumu, adamlarının toxumu Rusdur. Siz bu ailələrin bir çoxuna baxın. Böyük ailələr ki, Təbrizdə var. $700 illik, $800 illik ailələrə baxın. Demirəm, çox acıdır. Elə fəqət bir belə deyim. Yəni da qalanını özünüz bilin. Axtarın, düşünün.
Baxın, yenə dedim, siz söhbətin yarımçılığından gəlmisiniz, Ulduz xanım. Təbriz iki cürə adamdır, toplaşıb Təbrizdə. Bir Təbrizlilər var, bir köçmələr var. Mən köçməyəm. Amma Təbrizlilər vardır ki, əsildirlər. Yəni 700 ildir, 800 ildir bu şəhərdə sümükləri var. Bu şəhər təslim şəhəridir. Umudunuzu bu şəhərdən kəsəcəksiniz. Hər kəs iş üstə gəlsə, bunlar ona fəlsəfə düzəldirlər. Ona məktəb düzəldirlər. Onu qabili qəbul edərlər. Təfsir yəni nə mənə? Təfsir yəni bu ki, bir söz əqlə çatmır. Biz istirik onu elə eləyək ki, siz qəbul edəsiniz. Təfsir bundan ibarətdir. Deyir, Allahın əli var, ayağı var, gözü var, səndəldə oturubdur, səndəli sizdən ucadır. Təfsir gəlir, deyir ki, siz əl düşünməyin, ayağı da ayaq düşünməyin, gözü də göz düşünməyin, səndəli də səndəl düşünməyin. Allah iştibah deyibdir. Allah qələt eləyib bu sözü deyibdir. Mən deyirəm sizə ki, Allahın mənzuru bir ayrı bir şeymiş. Təfsir bundan, Təbrizlər bu cür təfsir elərlər, ağa. Göydə də mollanı, ayda da molla görərlər, millətə də qəbul elətdirərlər. Tehran deyər ki, şəriət mədarı, hizbi bir bağlamasam, bombaran eləyəcəm, hizbi də bağlar, adamları da ölümə verir. 1 milyon nəfər onda, 1 milyondan da çox adam imzalamışdı. Onların hamısını şeyə verdilər, daza verdilər. Nə var? Tehrandan bir təhdid elədilər. Demədi, dururam, ölərəm, şəhərimi qoruram. Təbriz bunu deməz. Urmiyə deyər. Urmiyə deyər, Urmiyənin niyə 2 nəsil qabağa, 3 nəsil qabağa gedin? Bir Urmiyəli görməzsiniz. Hamısı köçmədi Urmiyə. Niyə? Çünki Urmiyəliləri qətliam elədilər. Qətliam elədilər. Urmiyədə niyə 3 nəsil qabaq keçsəz, hər kəsdən soruşsan ki, sənin baban haradır? Urmiyə gəlmədi. Niyə? Çünki Urmiyəllər qaldılar, savaşdılar. İnqilabın əvvəlində də gördük. Urmiyəllər qaldılar, savaşdılar. Kürdlər gəldilər Urmiyənin ətrafına. Urmiyəllər qaldılar, savaşdılar. Öldülər, qətliam oldular, amma şəhəri vermədilər. Təbrizlər o cür deyil. Zəncana yetişəndə Təbriz təslim olar. Tarix bu cür göstərir. Moğollar gəliblər Zəncanın ətrafına gələndə Təbriz adam göndəribdir. Neçə yüz dana qız, subay, nə mənə arvadları, əri ölmüş arvadları nə deyirlər? O arvadları, dəvələr dolu pul, qızıl, yemaq, işmaq, parça, hər nə kəllərinə gəlirdi. Yığdılar, göndərdilər, millətdən aldılar. Yığdılar, göndərdilər, sərvətdilər, verməzlər. Sərvətdilər, ölərlər, canlarını verməzlər. Bunu bilin. Sərvətdilər, ölərlər. Bir dana film, serial var şeydə, Türkiyədə. Mafya serialıdır. Orada mafyanın rəisi deyir ki, gəlininə deyir ki, mən bu adamları öldürdüm, gördüm. Niyə öldürdüm? Çünki 6 yaşım vardı, dədəmi gözümün qabağında öldürdülər. 12 yaşım vardı, qardaşımı gözümün qabağında öldürdülər. Mən işləmişəm, bunları qazanmışam. Hər kəs istəyə bunu mənim əlimdən ala öldürərəm. Hətta qardaşım olsa öldürərəm. Çünki o adam ki, qazanıbdır bir şeyi, onu əldən verməz. Azərbaycanlılar bu günlər qazanmayıblar. Təbrizlilər öz qızlarını verməyiblər. Ətraf kətlərdən gediblər, xalqın qızlarını alıblar, aparıblar, veriblər Moğola. Pulunu alıblar, aparıblar, veriblər. Ağa, gəlmə bizim kəndimizə, bizim şəhərimizə girmə. Nə istirsən biz verək. Deyiblər, tamam, sən ged olur rəis, sən də ged olur rəis dadqa, sən də ged olur cinən rəisi maliyyat, bizə maliyyatı yığ gətir. Gediblər, bu ara Osmanlı torpaqları, yəni o torpaqlara tərəf gediblər, Moğollar. Yenə qeydəndə gəliblər, Sofyandan da çox o üzluqda, Culfa tərəflərində olanda Təbrizlər adam göndəriblər. Nə istirsiniz verək, həman şeyləri yenə göndəriblər. 2 qat, maliyyatın 2 qatını, 3 qatını göndəriblər, lütfən bizim şəhərimizə gəlməyin. Bizim burada bir adımız var, bir şəhərimizdə bir idarənin rəisi yox, bir filanı yox, bəhmanı yox. Bizə dəyməyin, biz verək sizə. İnqilabdan da baxın, şah zamanından da baxın, Təbrizə nə büdcə versə qeytərərlər. Nə büdcə versələr qeytərərlər. Təbriz müxalifət edir. Ağa, Tehran istər kitab çap eləyə türkü. Təbriz müxalifət elər. Təbriz müxalifət elər.
Çünki o istəyir idarə postunu saxlasın. Dedim, şiəliğin, baxın, bizim çarəmiz, bizim Azərbaycanlıların çarəsi, Təbrizlərin demirəm. Təbrizlərin çarəsi bəllidir. Təbrizlər, hər kəs, hər nə çalsalar onu oynar. Mollası belə oynar. Mollası belə oynar. Deyir, bir dana coşdur, deyir ki, coş deyir, vaqiyyətdir. Deyir, bir dana mollanın bir arvada tamahı düşür. Təbrizli mollanın bir Təbrizli arvada tamahı düşür. Deyir ki, gəl mənim siğəm ol. Deyir, olmaram. Deyir, neynəsəm olarsan, nə versəm olarsan. Deyir, bu şərtin olaram ki, qavalı götürəsən, məsciddə çıxasan, mənbərin üstündə qaval çalasan. Molla deyir ki, özüm üstə. Qavalı götürür, vurur, əbanın altına çıxır mənbərin üstünə, danışır, musiqi elədi, belədi, qaval elədi, belədi, deyir ki, sonra çıxadır qavalı. Belə çalsan gözəldir, nə ki belə çalsan gözəldir. Təbrizli belə bir insandır. Muzi, şəyyad, təslim, xar, zəlil, idarəçi, pulçu, sərvətçi, özgəni talan eləsin, üstdə olanı razı saxlasın, aşağıda olanı əssin. Təbrizdən Əbülfəzli çıxmaz. Təbrizlər heç dinci deyirlər. Təbrizlər hangi din? Bu günləri sünni də olsalar, hamı sünni olar. Təbrizlər sünni olarlar. Sabahları desələr şii olun, hamı sünni. Bir gün desələr yəhud olun, hamısı yəhud olur. Təbrizlinin dini mənfəətidir. Təbrizlinin dini mənfəətidir. Təbrizin dini yoxdur. Təbrizin dövləti yoxdur. Təbrizin milləti yoxdur. Təbrizin türkü yoxdur. Təbrizlinin dini mənfəətidir. Təbrizlinin dili mənfəətidir. Təbrizlinin yolu mənfəətidir. Onun tükanı, bazarı açıq olsun, onun pulu gəlsin, nə olur olsun. O günəcən ki, onun mənfəətinə zərəl dəyməyib, okeydir. O gün ki, zərəl dəyə orada qutardı. Hə, indi çevrim ola. Qəradağlılar, Ərdəbillər, Zəncanlılar, Qərbi Azərbaycanlılar, yəni gələlər, hökuməti dəyişdirələr, onlar çönəcəklər, Azərbaycancı olacaqlar, türkçü olacaqlar, sizdən qabaq çönəcəklər, sünni olacaqlar. Dostlar, bu sünnülük, şiəlik çox mühüm məsələdir. Bizim farsçı olmamızın birinci addımı şiəlikdir. İkinci addımı dil və İrançılıqdır. Biz o günəcən ki, şii yox, İrancı qalacaq, pan-İrancı qalacaq. Bizim yolumuz şiəlikdən çıxmaqdır. Ya gərək öz şiəliğimizi yaradaq, ya gərək sünni olaq. Biz türk dünyasına qoşulmaq üçün gərək sünni olaq. Yox, istəmirək çox gərək Nadir Şah şiəsi olaq. Yəni, ən azı budur, ya belə desək ki, ağa biz gərək Nadir Şahçı olaq. Nadir Şah şiəsi olaq. Dəqiqən. Əmir bazarı yansın, mənə bir dəsmal qalsın. Təbrizin dedikləri budur. Təbrizlinin dediği düşüncəsi budur. Dünya yansın, mənim idarəm qalsın. Dünya, Türk, ağa, Təbrizlərin hamısı, Qəradağların hamısı, Urmiyə yazıldı. Bir dana Ayətullah kitabının cildində yazıbdı ki, Urmiyədə, bu kitab məndə var idi Təbrizdə, bilmirəm qalır ya yox. Yazıbdı ki, Urmiyədə bir kurur adam öldü, Təbrizdən bir nəfər getmədi. Osmanlı gəlməsəydi, Azərbaycanlılar qətliam olardı, Təbrizdən bir dəstə çıxmazdı savaşmağa. Siz Təbrizdə bir dana Həsəni görsədin, Molla Həsəni görsədin mənə. Siz Təbrizin tarixində bir dana mənə Molla Həsəni görsədin. Baxın, Siğətül İslam Təbrizli deyil, %100 Siğətül İslam Təbrizli ola bilməz. Siğətül İslamla edam olan türkçülər. Neçə nəfər Siğətül İslamla edam olubdur. Ruslar edam ediblər. Farsların tərəfindən. Onların heç birisi Təbrizli deyil. Onlar bura köçmədilər.
Çünki bizə acı söz deyən yoxdur. Bizi tovlayanlar var. Hamı mənfəətinin, hər kəs mənfəətinin dalıcan gedir. Bacım, qardaşım bizi tovlur. Biz də tovlanmağı sevərik. Baxın, deyir mən televizyonda çıxdım, danışdım. Ki, ağa pullarınızı qoymayın şeyə. 2 dənə də qarşınas gətirdim, bir fars, bir türk. Bir dənə də ərəb gətirdim, 3. Dedim ki, Bursa pullarınızı qoymayın, Bursa aradan gedəcək. Bursa aradan gedəcək, burada İran dövləti sizin pullarınızı yığır, aradan getsin. Mənim öz famillərim düşdülər canıma ki, sən biraz nənəmin orada hesabında pulu vardı, icazə vercinin, nənəm bu pulu qoysun, biz qoyaq Bursa, sənə pul qazandırıq. Ağa Bursalardan gedir. Bir də ikinci şey. Heç bir peyğəmbərin öz ailəsi o peyğəmbərə iman gətirməyibdir. Bizim gözümüz, beynimiz farsların əlindədir. Çünki biz 100 ildə nə örgəşmişik. Baxın, biz nə cür fikir eləsək farsın fikrində, nə fikir eləyirik. Gərək dəyişək. Gərək qabığımızdan çıxaq. Gərək biz bir inqilab eləyək içimizdə. Mən bu ilə nə mənə dünənəcəm düşünmüşəm, tərsəsini düşünəcəm. Baxın, nə mənə, bunu yadınızda saxlayın. Hər kəs istəyir ki, mən Azərbaycanlıyam. Azərbaycan olsun, türkçə olsun. Nə mənə dünənəcəm düşünürdüm, tərsə düşünün. Hər nə mənənin tərsəsini düşünün. Ağa, yoğurt deyiblər, ağdır, siz deyin qərədir, qutardı. Dəyişəcəksiniz. Dəyişəcəksiniz, dünya dəyişəcək. Sizə deyiblər, gecə qaranlıqdır, siz deyin işıqdır. Dünya dəyişəcək. Sizə deyiblər, bu gündür, siz deyin, bu aydır. Dünya dəyişəcəkdir. Fərqli düşünün. Kafidir, fərqli düşünəsiniz. Fərqli düşünmək sizə fərqli yol açacaqdır. Sizə deyiblər, Təbriz paytaxt olsun. Təbriz manidir, paytaxt olmaz. Bu şüar, yəni bu üçü Türk dünyası sizdən himayət eləməsin. Təbriz, Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun. Bəlkə Bakının başına daş dəyibdir. O əzəmətdə tarixi şəhəri versin, gəlsin, Təbrizdən yapışsın. Məgər başına daş dəyibdir. Məgər Azərbaycan rəis cumhuru əqlin yeyibdir ki, gələk biz Azərbaycanı o tərəfi eləyək, Təbrizi mərkəz eləyək. Niyə? Təbrizdə nə var? Ağa, Bakı 100 il məşrutədən qabaqdan, ağa, dünya savaşların Bakının üstündə salıblar. Bakının sirvətinin üstündə salıblar. Bakının xiyabanların üstündə, Bakının adamların üstündə, ədilə Bakıdan da xəyanətkar çıxıbdır. Russuluqdan bu üzə Bakıdan çıxan fikirlər Türk və Azərbaycan ziddi olubdur, farsda olubdur. Bunu da deyək. Çünki onlar da Rus altında qalıblar. Amma Bakı niyə gəlsin, əysin başını Təbrizə? Bu şüarı kim deyir? Zəncan durub savaşıb Tehran ordusu ilə pişəvəri qaçanda Təbriz gedibdi qabağına. Adam aparıb qurban kəsib, qoyun qurban kəsməyib ha. Adam qurban kəsib Təbriz. Şahın ləşkərinin qabağında, İranın panfarsının ləşkərində adam qurban kəsibdi. Siz nə fərz edirsiniz? Bu tür bir milləti paytaxt elərlərmi? Sizə nə deyiblər? Onun tərsəsini düşünün. Hər kitablarda hər nə yazıblar, onun tərsəsini düşünün. Əgər deyiblər İnsafəli yaxşı adamdır, İnsafəlidən pis adam yoxdur. Əgər deyiblər İnsafəli çox ağıllı adamdır, birinci ondan dəlisi yoxdur. Deyiblər əgər hüquq bəşərçidir, birinci ondan diktatorçusu yoxdur. Deyiblər əgər diktatordur, birinci demokratdır. Deyiblər əgər namussuzdur, biri namusludur. Tərsə düşünün. Hər nə sizə deyiblər, tərsə düşünün. Yolunuz açılacaq. Yolunuz açılacaq. Neynirsən Babək kimdir, neynirsən Səttarxan kimdir, neynirsən Baqirxan kimdir, neynirsən İnsafəli kimdir. Bugün sən kimsən, sən. Neynirsən dədən hər kəs olur olsun, bugün nə durumdasan? Ağa, sənin dədən Səlcuqlulardır. Sənin dədələrin Babəki neynirsən? Babək adında adam var ya yox, əslən neynirsən var ya yox. Sənin dədən Oğuzlardır, sənin dədən Türklərdir, sənin dədən Səlcuqlardır, sənin dədən Səfəvilərdir, sənin dədən Əfşarlardır, sənin dədən Nadirşahdır, sənin dədən Qacarlardır, sənin o imperatorluğun var idi. Sən neynirsən Babək kimdir, Səttarxan kimdir, Baqirxan kimdir, o bu kimdir? Sən bugün kimsən?
Babəkin zəncirin salıblar boynumuza, bizi eşək kimi sürürlər. Babək olsun ərəb, babək olsun fars, babək olsun türk, sənin nə dərdi o dərmandır? O deyir azadlıq, sən onun azadlığın dediği aldan gedirsən. O savaşır, sən savaşırsan. O ölür, sən ölürsən. Ağa Babəkin neyinirsən? Babək, tamam Babək. Ağa Səttarxan deyək belə, Səttarxan, Səttarxan tüfək götürüb savaşıb. Sən tüfək götürüb savaşırsan. Səttarxanı bir şey deyiblər, inanıb. Tamam, çox müqəddəs bir insan. Ağa silah götürüb yanlış olan hədəfi yolunda savaşıb ba. Sən bugün savaşırsan mı? Axı neyniyəm? Məsələn, Səttarxan Qəradağlıdır. Tamam, Qəradağlı olsun. Bağırxan da filan yerdə, o da olsun. Pişəvər də filan yerdə, o da olsun. Babək də filan yerdə, o da olsun. Bunların heç birisi Təbrizli deyil. Babək Ərdəbillidir. Dədəsi Mədinədən gəlmədi, dədə tayfası. Nənəsi Ərdəbillidir. Özü müsəlmandır. Şiəl deyil, müsəlmandır. Bir azadlıq yolunda savaşıbdır. Azadlıq yolunda savaşıbdır. Özünə bir şeyi haqq bilirmiş savaşıbdır. Silahı götürüb deyib öldürəcəm, sonra da gedib ölübdür. Siz hangi şeyi bu günləri Təbrizdə, Ərdəbildə, Urmuda, Zəncanda, Qəzvində, Həmədanda, Culfada, Qəradağda, Aladağda, Muğanda özünüzə haqq bilib, onun yolunda ölürsünüz. Bunu mənə deyin. Axı belə Babəklə, nə bilim, Səttarxanla, Bağırxanla özümüzü nəyə məşğul eləmişik? Axı nə olsun yəni? Nə olsun? Bizi hara aparar bax? Deyək ki, mənim dedəm Səfəviləri qurubdur. Qacarları qurubdur. Mən nəyi qurmuşam? Bunu soruşaq özümüzdən. Necə qruplar? Nə cür qrup? Ağa, dəyişik baxışla qruplar. Əgər Nadir Şah Farslar kimi baxsaydı, Fars ordusuna sözə baxmadı. Nadir özü də bunu son anda düşündü. Bizə baxın, dədələrimiz deyibdi ki, Sultan Alparslan deyibdi ki, əgər orduzda bir dana Fars olsa siz şikəst yiyəcəksiniz. İmam Hüseyin deyibdi ki, Farslar fəqət bir dərdə dəyər. Özlər kişilərini öldürəsən, arvadlarını alasan. İmam Həsəndən ya İmam Hüseyndən belə bir söz var tarixdə. Nadir o gün ki, dedi ki, mən səhər Farsları qətliam eləyəcəm. Ləşkərdə olan Farsları. O nökər ki istirdi, bəlkə də Təbrizliydi. Qaçdı Fars fərmandehlərə dedi ki, eviz yıxılsın. Şah gördüm, Türk fərmandehləri yığmışdı. Qızılbaşları yığmışdı. Deyirdi ki, biz gərək Farsları öldürək. Bu Farslar bizə xiyanət eləyəcəklər. Dedilər, belə olmaz olan. Dedi, hə, onlar gedin, baxın, görün, qılıçların itildirlər Farslar. Gəldilər, gördülər ki, Türklər, məzərətən, Türklər, qızıqlar, Türk fərmandehlər qılıncların itildirlər. Girdilər, Nadir'i öldürdülər. Biz neynəmişik? Nadir gedib, ağa, yalandan da, ağa, imparatorluğa inanıb da. Baxın, sizə mən dedim, ədalət, hüquq-i bəşər, insanlıq və qanun adında bir şey yoxdur, 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 yoxdur. Bunların hamısı zəiflərin, bədbəxtlərin, dilənçilərin, o zorların bizlə paylaşmaq üçün yaratmışıq. Biz zorsuzlar yalvarırıq, bizə bir hüquq-i bəşər verin, siz Allah. O, Amerikalılar ki zorludular, bu hüquq-i bəşəri yaratmasaydı, biz də bunu düşünməzdik. Zorsuzlar, hüquq-i bəşərə, ağa İran bizə hüquq-i bəşər versin, dil versin. Bunların hamısı zorsuzların. Zorun olsa alarsan, boynuna da qoyarsan. Bundan bu üzə fars dili qədəğəndir bu məmləkətdə. Bundan bu üzə fars dili bu məmləkətdə qədəğəndir. Azərbaycanın zoru çatdı, getdi Qərabağı aldı. Dedi, bundan bu üzə bura Qarabağdır. Zorun olmasa,
hüquq bəşərçi olarsan, demokrasiçi olarsan, insançıl olarsan, hüquq bəşər şeyin olsa, zorun olsa, Amerika kimi gedərsən, bastığın yerdə basarsan, öldürdüyün yerdə öldürərsən, lazım da olanda deyərsən hüquq bəşər də var. Farslar kimi lazım olanda hüquq bəşər İslami var. Mən istədiyim hüquq bəşər var. Zor əlindədir. Sənin əlində nə zor var? Ağa, sənin Səttar xanım var, Baqir xanım var, öp qoy gözü üstünə, tamam, neyin yax. Onları piş qoy kənara. Onlar sənə dirilib hökumət qurmayacaqlar. Onlar sənə dirilib vətən almayacaqlar. Onlar sənə qurulub səni şey etməyəcəklər. Mən döktür deyiləm, qardaş. Mən sizə tabi bir savad adamam. Savadım var. Amma döktür deyiləm. Bu cür şeylərlə özümüzü toğlamayaq. Nə döktürü, nə mühəndisi. Bunlar hamısı özümüzü toğlamaqdır. Gəlin biz nəccar olaq, bəqqal olaq, dəmirçi olaq, amma millətçi olaq, vətənçi olaq. Fikir sahabımız olsun. Nə Babək döktürü mühəndisi idi, nə Qacar padişahları döktürü mühəndisi idi, nə də o birisi, nə də bu birisi. Savaş, yaxçı savaşçı idilər. O gün ki, savaşçılığı əldən verdik, Qacar düşdü. Farslar savaşçılığı. O gün ki, Farslar savaşçı oldular, o gün Farslar iş üstə çıxdılar. Dünyada bir qanun var, zor. Ədalət dedin, zorun nə qədər icazə verdiğidir. Qanun zorun nə qədər icazə verdiğidir. Haqq nə qədər zor icazə verirsə o haqdır. Zor icazə verməsə ədalət haqqında bir şey yoxdur. Ədalət zəiflərin, qanun zəiflərin, demokrasi zəiflərin, azadlıq zəiflərin yaşam şüarlarıdır. Zorları çatmır, bunlarla özlərin öyündürürlər. Özlərini toğlurlar. Bunların hamısın zor icazə versə, güc icazə versə olar, olmasa olmaz. Heç zadı nəqd eləməyin. Nə inirsən nəqd eləmiş? Yaşa. Yaşa, ağa, tarixi nə inirsən? Bax, Səttarxanın nəqdi mənim dərdimə nə yaranır? Baqir xanın nəqdi mənə nə yarar? Pişəvərinin nəqdi mənə nə yarar? Filankəsin nəqdi mənə nə yarar? Babəkin nəqdi mənə nə yarar? Qacarın nəqdi mənə nə yarar? Təbii ki, mən çalışmalıyam, tariximi düz ölçəşməliyəm. Çünki düz ölçəşsən bilərəm ki, nədir dövlət qruplar, harada iştibah eləyiblər. Mən indi bilirəm ki, Qacardan sonra Şeyx Məhəmməd Xiyabani dövlət yığınmağa başlayıb. Amma nə səhv eləyib? Çünki panfars olub, panİranist olubdu. Mən bilirəm ki, Pişəvəri harada xəta eləyibdi? Orada xəta eləyib ki, 4 il qabaq, ağa, Cəngi Cahani başlayandan ki, Azərbaycan işğal olub Rusəli ilə, sən millətçiydin, duraydın dövlətivi quraydın. Niyə qurmadın? Axirinci ildə qurdun. Axirinci iləcən, Tehrandan qeydinacan, sən İran, farsçısan, fars yazırsan, farsı təbliğ edirsən, İranı təbliğ edirsən, panİranisən sən. Bunu bilək, yolumuzu açaq. Yolumuzu bilək ki, biz əgər, dediyim kimi, baxın, hər nə ki bizə deyiblər, onun tərsəsini düşünsək, yolumuz açılacaq. Onun tərsəsini düşünməsək, yolumuz bağlanacaq. O yolunla ki, gedirik, getdiyimiz yol gedər Farsistana, gedər İranistana. Biz eşcək olarıq, biz qul olarıq, biz nökər olarıq. O gün yolumuz dəyişdi, o gün biz fikrimiz. Hər nə deyiblər, tərsəsini düşünün. Hər nə sizə deyiblər, onun tərsəsini düşünün. Burada nə oxumusuz, nə eşitmisiniz, nə görmüsünüz, nə ehsas eləmisiniz, dədəzdən, nənəzdən, famildən, hamısının tərsəsini düşünün. Müəllimlərinizdən, ustadlarınızdan, radiolardan, televizyonlardan, kitablardan, tarixlərdən, seminarlardan nə eşitmisiniz, tərsəsini düşünün. Bax, bu qədər deyirəm, tərsəsini düşünün. Sizə dedikləri bu sudur, deyin ki, bu su deyil, bu əraqdır. Bu zəhərdir. Sizə deyiblər, əgər bu yeməlidir, deyin bu acıdır, yeməli deyil. Deyiblər, əgər bu yaxçıdır, deyin pisdir. Əgər deyiblər, bu pisdir, deyin yaxçıdır. Onda yolunuz açılacaq. Onda yolunuz açılacaq. Çünki fərqli düşünəcəksən farsına. Bugün fars kimi düşünürsən. Dinivi dəyiş. Bax, din sahibisən, dinivi dəyiş. İmam Hüseynivi dəyişmə. Demirəm İmam Hüseynivi dəyiş. Demirəm İmam Sadiqivi dəyiş. Demirəm, amma dinivi dəyiş. Ağa, sünnilər səndən, məndən çox İmam Hüseynçidirlər. Səndən, məndən çox İmam Həsənçidirlər. Səndən, məndən çox dinə ehtiram qoyulur. Ağa, get sünni ol. Sən farsdan qop. O günəcən ki, sən farssan, sən farsçısan, sən İrancısan, sən pan-İranistsən. Qutardı getdi. Aylı yorun yoxdur.
Ayrı yolun yoxdur. Ya Şiə olacaqsan, ya Fars olacaqsan. Ya Türk olacaqsan. Ya Şiə olacaqsan, ya Türk olacaqsan. Türkün dini sünnülükdür. Səni Türk ziddi eləyən Şiəlikdir. Mən Səfəvini bilirsiniz. Birinci dəfə Səfəvinin abrısını qeytərmək, Qacarların abrısını qeytərməyə çalışan adam birinci adamım mənəm. Məndən qabaq bir nəfər yoxdur ki, Qacarın abrısı üçün çalışsın. Məndən bir nəfər yoxdur ki, iadəyə heysiyyət eləsin Qacara. Məndən qabaq adam yox idi. Səfəviləri də məndən qabaq yazarların hamısı, danışanların hamısı Azərbaycan Qacar eyni şəriəti kimi düşünüblər. Mən o cürsə düşünməmişəm, fərqli düşünmüşəm. Amma yenə deyirəm. Biz əgər kaş biz Səfəvi hökuməti olaydı, amma sünni olaydı. Biz Türk dünyası ilə savaşmazdıq, Türk dünyasının bir tikəsi olardıq. Adamlarımız ölməzdi, şəhərlərimiz talan olmazdı. Mən casusluq görmürəm bunu. Mən bunu o əsrin Avropada gedən millət dövlətçilik, nation state, millət dövlətçilik hərəkatı Azərbaycanda özün Səfəvi şəklində göstərdi. Səfəvidə Şiəlik ona ideoloji oldu. Və orada əlilik. Baxın, Həsən Hüseynçilik yox. Əlilik Azərbaycanın və türklərin, Azərbaycan türklərinin, onun üçün biz Əli Qulu da adlarımız. Həsən Quludur, Hüseyn Quludur. Bizim hamımızın adında bir qul var. Qul, nökər. Biz bədbəxtçilik budur. O ləhzədən ki, Fars sistemindən girdik, adlarımızda qul qoyduq, nökər qoyduq və nökər olduq bu günəcən. Əvvəl fikir nökər olar. Diqqət buyurun, mən bunu dəfələrcə deyirəm, amma getirdə bilmirəm dostlarımızın ağla. Əvvəl fikir qul olar, əvvəl fikir istimar olar, əvvəl fikir müstəmirə olar, sonra insan qul olar, sonra topraq müstəmirə olar. Və buna da sevinər. Biz əvvəl fikrimizdə adlarımızın hamısında qul qoyduq. Həsən Qulu, Hüseyn Qulu, Kazım Qulu, Nasım Qulu, İnsaf Qulu, Hidayət Qulu. Sonra qul olduq, sonra nökər olduq. Niyə? Çünki farsçılıqda var idi. Sasaniçilikdə var idi, Zərtuşçılıqda var idi, Maniçilikdə var idi. Onları farslar bu cürsü bizə keçirtdilər. Biz buna görə ki, eləyə bilək, bir dövlət-i milli quraq, gərək dəyişdik, farslarla bir olduq, müttəhid olduq, ta eləyə bilək, o birisi türklərin qabağında bir cəzidə saxlayaq özümüzə. Biz Türk dünyasının, Osmanlı imperatorluğunun göbəyi yekəlikdə bir torpağı istiqlal elə aldıq, Səfəvi vasitəsindən olduq Səfəvi dövləti. Türklüklə savaşdıq. Kaş biz Şiəliyimizi saxlayaydıq, Farslardan ayrılığımızı saxlayaydıq, Türklüyümüzü saxlayaydıq. İndi biz istəyək Türk olaq, indi biz istəyək Farsın istimarından qutaraq. Əgər biz istəyək Qum və mollalar bizim qıblamız olmayalar, Peyğəmbərimiz mollalar olmayalar, biz gərək qeydək Məhəmmədə. Məhəmmədə qeydmək demək, Qur'anda bir ayə tapanmazsınız ki, Əli haqqında gəlmiş olsun, Əlini imam demiş olsun. Biz gərək qeydək sünnülüğə. Məhəmmədə, Əliyə yox. Əliçiliğə yox. Əliçiliğin əsasında yazılan Nəhcül Bəlağa 200-300 il Əlidən sonra yazılıb, farslar yazıb, yalan yazıblar. Bir sətr kağız yoxdur ki, Əli bu sözü yazmış ola. Bunları mollalar yazıblar, farslar yazıblar, Səfəvidə zehnimizə geçirdiblər, bizi qullaşdırıblar fikirdə. Sonra ki, dini cəhətdən və fikri cəhətdən qullaşdıq. Yəni o zaman ki, dedik, mən Şiə oluram, yəni Fars oluram. Fars olmağın anlamıdır. Çünki farslar Şiə olublar, qardaşlar, bacılar, biz olmamışıq. Farsların İslam zidli, Məhəmməd zidli, Qur'an zidli yazdığı kitablar Şiəni düzəldibdir. Ağa Məhəmmədi tanımaz Fars Əli tanır əgər tanırsa, o da o cür tanır ki, gərək Əli və onun evlatları gərək Maninin, Zərtüştün nümayəndəsi ola. Siyasi cəhətdən bilirsiniz, deyir ki, Hüseynin
arvadının biri İmam Zeynel Abidinin nənəsi 3-cü Yezdigirdin qızıdır. Bu eləsi inanır siyasi cəhətdən. Deyir ki, şiəlik beləsi getməlidir. Yəni, dədədən balıya geçməlidir. Belə düşünür. Əli, Həsən, Hüseyin, dədə, qardaşlar. Amma Zeynel Abidindən sonra deyir ki, yox, bundan bu yüzə daha qandan qana, dədədən geçəcək balıya. Niyə? Çünki deyir, Yezdigirdin qızıdır. Zeynel Abidin nənəsi. Onun üçün İranlı olur. Onun üçün şiə olmalıdır ki, bunun balaları geçsin qabağa. Çünki bizdə gərək şahlıq ola. Hidayət bəy bu sözləri azadlıqdan sonra deyərik də, indi bunları deməlisən ki, buradan çıxmalısan. Qurtarmaq yolundudur. Acı sözləri indi deyəcəksən. Millətin zehnin, nədir bu milləti gətirəcəksən? Mən onu deyim. Bu millətin azadlıq yolunu nədir? Düşüncəsi, beyni müstəmirə, fars müstəmirəsi. Dini fars müstəmirəsi, dili fars müstəmirəsi. Sən bu milləti necə gətirəcəksən, azadlıq alasan, mən onu deyim. Bunun beyni zəncirdən azad olmasa, dili zəncirdən azad olmasa, dini zəncirdən azad olmasa, sən necə bundan millət düzəldəcəksən? Acı sözləri indi deyəcəksən. Şiəçilikdən çıxmalıyıq. Bizdə gərək bir hərəkat, baxın, indi bizdə bir hərəkat yazıb Məsihi olmaq. Bu hərəkat bizə yanlışdır. Bu hərəkat bizə yanlışdır. Bizi Türk dünyasından qırar, erməni dünyasına da aparmaz. Çünki onlar deyəcəklər, bunlar Türkdürlər, istər istəməz, amma Məsihi olublar. Erməni olublar. Bizdə şiəçilik ya gərək öz şiəmizi düzəldək, nadir şiəsin, dedim, ya da gərək edək sünni olaq. Nadir Şah şiəsində Nadir Şah bir dənə mallarını səmbol olaraq o son qurultayda dedi ki, ipi gətirin, gətirdilər, dedi onu boğdular. Millətin gözünün qabağında neçə min nəfər məmuri sənin mənim tək yox, neçə min xan paşa gəlmişdi ora. Onların gözünün qabağında dedi, bu ayətullahı ki, özünə deyir ayətullah, molla, bunu boğun. İpi bağladılar, dedi, çəkin boğun, millət görsün. Biz mollaları boğmayınca, molla düşüncəsini boğmayınca, orada o onu boğmadı. Baxın, orada dedi ki, biz şiə deyirik. Millət qəbul elədi. Çünki bilirdi biz şiə deyirik. O millət o tarixdə qəbul elədi. Dedi, ağa biz şiə deyildik ki, biz zorla şiə olmuşuq, tamam. Biz şiə deyirik. Nə? Biz bundan bizə Cəfər-i Sadiq məzhəbi yox. Bizim o birisi sünni dünyanın hərəsinin bir imamı var, bizim də bir imamımız var, İmam Sadiq. Qutardı getdi. Onlar Həmbəli idi, Hənəfi idi, Sadiq idi, biz də Sadiqi oluruq. Həmbəli, Hənəfi, Şafii, bizdə Sadiqi, qutardı getdi. Onların da imam var, bizim də imamımız olsun, Sadiq, qutardı getdi. Sadiqdən sonra da imam yox, imam yox. Onlar farsların imamıdır. Onlar farsların imamıdır. Bizim imamımız deyil. Hə, biri adamlar nayrahan da olacaqlar, olsunlar. Biz bu acı sözləri demədiyimiz üçün bu günə düşmüşük. Əgər biz Qacar dövründən bu acı sözləri düşünsəydik, əgər fikrimizi Farsın qulluğundan, din qulluğundan və fikir qulluğundan və dil qulluğundan qutarsaydık, türkçülüğün üstünə, sünnilüğün üstünə təmərküz eləsəydik, bu günləri bu deyildik. Bizdə bizim dövlətimiz var idi. Biz də bu gün insan hesab olurduq, biz də bu gün adam hesab olurduq, biz də bu gün eşçi hesab olmurduq. Əziz dostlar, mən fikrimi 3 saat danışdım. Sizi yordum, acı sözlər dedim. İstərsiniz qulaq asın, istərsiniz qulaq asmayın. İstərsiniz videonu yayın, istərsiniz yaymayın. Əgər nəzərinizə bir söz dedim ki, fərqlidir, acıdır, yayın, qulaq asın, tikrar. Əgər gördünüz, yox, xoşunuz gəlmədi, istəmirsiniz, məni dostluğunuzdan silin. Bir sözdə deyim, mən türkçü olmaq üçün kitab oxuram. Türkçülüğün kitablarını oxuram. Yolumuz buradan geçir.
Bizim zehnimiz, ağa deyək, mən ömrümdə az oxumuşam, 5000 cild kitab oxumuşam. Bir cildə kitab, türkçə kitab oxuyaq. Bir cildə türkçə kitab oxuyaq, ağa. Bir cildə bu türkçə kitab oxuyaq. Görək bu fəlsəfəsi, düşüncəsi, siyasi, ideolojisi nədirdir? Mən necə dövlət qura bilərəm? Mən nə mənə dövlət qursam, nə mənədən himayət eləsəm, ağa, farsların nəfinə tamam olur. Gəlin kitab oxuyaq. Gəlin türkçü olaq. Amma türkçü olmaq bu cür deyil. Mən həm şiə olam, həm türk olam. Olmaz. Həm İrancı olam, həm türk olam. Olmaz. Hər nə ki sizə eşitmisiniz, oxumusunuz, görmüsünüz, tərsəsini düşünün. Yolunuz açılacaq. Sağ qalın. Dostlar, iş istərsiniz, hər kəs istər, eləyə bilər qruhlarınızda, böyük qruhlarınızda. Çağırın, gəlin, bu haqda məni sincim eləyin. Tənqid eləyin. Amma bu haqda. Sağ olun, sağ qalın, yaşayasınız. Kitabın adı, mən hər gün oxuram, gündə 1 saat oxuram. Kitabın adı Türkçülüyün usulları, əsasları. Türkçülüyün əsasları. Yazan Ziya Kök Alpıdır. Türkçüdür. Mən onun türkçülüyündən kamil müxalifəm, müvafiq deyiləm. Bəzi yerlərini nəqd edirəm, oxuya, amma oxuram. Bundan sonra da ayrı türkçülərin kitablarını oxuyacağam. Hər gün 1 saat vaxt qoyaq və kitab oxuyaq. Bir kitab oxuyaq, türkçülük. Siz başlayın bir ayrısını oxuyun. Başlayın bir ayrısını oxuyun, koyun. Bizim millətimiz kitab oxumağı, türkçülüğə, ağa biz 700 il, 600 il şiə olmuşuq, şiə kitabı, şiə nühəsə oxumuşuq. Onlara qulaq asmışıq. Bir ayda məhərrəmə oturaq, türkçü kitab oxuyaq. Bir ayda şəxsiyə getməyək, gələk oturaq, bunu oxuyaq. Kitab oxuyaq, bərabər kitab oxuyaq. Ağa, kitab oxumağı fərhəngə çevirək. Türkçü kitab oxumağı fərhəng eləyək özümüzə. Yaşayın, sağ qalın, görüşmək üzərə.